Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla Cehalet Mühendisliği Qələbənin 131. bölümüne başlayırıq. Allaha min mərtəbə şükür olsun ki, bu gün də ömür verdi və fürsət verdi və əlaqə və iştiyaq verdi ki, Türklər yaratdığı uyğarlıqlardan, özəlliklə dil uyğarlığı ilə yazı uyğarlığından yeni bir kitabla, yeni bir bitiklə tanış olaq. Türkçə bitik deyilir. Ondan tanış olaq. Kitab ərəbcə sözdür. Ondan tanış olmağa çalışıq. Gedək görək ki, bugünkü şansımıza hangi kitab ortama çıxacaqdır. Gedək aşağıdan başlayaq. O kitabı ki, tamam, buradan geçən dəfə bunları oxumuşduq. Gəldik buradan ki, dünənlərə bu kitabı oxuduq. Təbəqəbəndi məsdər در زبان فارسی və müadilهای türki və ərəbi anha. Əlbəttə tək bu deyildi. Çoxlu orada məsələlər o kitabda 4 bölümdən ibarət idi kitab. Ki, çox cəlib bir əsər idi. Birinci bölümü ərəbcə idi. Ərəbcə yazmışdı, farsı türkünü və ərəbini. Bu üçün müqayisə eləmişdi. Bəzi fe'l məsdərlərin və bir də çox qanunları, dil qanunlarını orada qoymuşdu. Türkü ilə farsını və ərəbinin hətta fərqlərini də qoymuşdu. Ondan sonra 3 dənə ayrı kiçik məqalələr var idi ki, onlar da şeir haqqında, vəzn haqqında, qayda qanun haqqında müxtəlif, amma türk dilində yazıları var idi. İndi bu günlər görək, bu bir dənə bir şeydi yazıblar, adını qoyublar PDF-də. Bunu biraz azaldaq ki, kitab yerləşsin səhifəyə. Fehristi Seyyahan calibdir. Əsər nəfis xətti در təsavir Səlatin Səfəvi besyar ziba. Burada deyir ki, bu Səfəvi üstündə beləsi yazıblar, amma görək ki, burada özü əvvəl kitabın özünə bir 70 səhifədir, yəni 140 səhifədir. Çünki hər iki səhifədə bir dənə nə deyirlər? Hər iki səhifə kitabı PDF-in bir səhifəsinə yerləşdiribdir. Gözəlliyi bu kitabın buradadır ki, hər kitabın səhifəsində bir əks var. Əvvəl biz kitabın tez-tez sürətlə baxaq görək ki, vəziyyəti nə cürdür, kağızdır və harada saxlanır? Süleymaniyyə kitabxanasında, yəni İstanbulda Fatih məhəlləsində saxlanır bu kitab. Fehristi Seyyahan, əgər mən beləsi oxuyuram, huvəl müün. Gəllik oxuyarıq bunu, fəqət baxaq. Bu cildin içidir zahirən. Kitabın ortası ki, Şirazə deyilir. O Şirazə dağılıb bəllidir, görünür ki, kitab yoxdur orada. Ya da yoxdur, yəni bir cürdür ki, nəzərimə gəlir ki, cırılıb da yoxdur kitab. Çünki elə bir cildin iki tərəfidir. O yazı, o ipinə ki tikiblər, o görsənir. Sultan Osman ibn Ertuğrul Qazi ibn Sultan Xan Hakimi Mahan. Calibdir, burada calib bir şey yazıbdır. Mahan haradır? Bu bir məsələdir. Kitabın burada feilin əvvəlində yazıbdır, burada bu da fehrist yazıbdır, qeyd baxarıq. Burada bir padişahın əksini görürük ki, qılıncından yapışıbdır, Osmanlı padişahıdır. Üstündə yazıblar Səlatin Səfəvi. Burada gördüyümüz budur ki, Osmanlıdan şey alıblar. Sultan, aha, bu ehtimalən Sultan Osman ibn Ertuğrul Qazi ibn Süleyman Xan Hakimi Mahan. Bu birinci əks ehtimalən Sultan Süleymanın əksidir. Ondan sonra Sultan Urxan ya Urhan. Sultan Urhan İbn Qazi Osman Xan. Osmanın oğlu, bu da onun əksidir. Yenə də aynı paltarda görürük. Niyə burada Səfəvi yazıblar? Bəllidir ki, bu adamlar bunu yazan əslən bilmirmiş. Sultan Murad ibn Sultan Orxun Xan el-Ma'ruf bi Qazi Xudavendigar. Xudavendigar dedikləri sultanın əksi də burada görürük ki, bu səhifədə qoyulubdur. Ondan sonra Sultan Yıldırım Bayezid Xan İbn Sultan Murad Xan. Sultan Muradın oğlu Sultan Yıldırım
Bayezid. İldırım Bayezid xan Həzrətlərinin əksi də buradadır. Ondan sonra Sultan Məhəmməd xan İbn Sultan Yıldırım Bayezid xan, İldırım Bayezid xanın oğlu Sultan Məhəmməd xanın əksi də burada görünür. Nəqqaşidirlər bunlar, əks deyirlər. Sultan Murad Sani. Murad xan nəticənin də adı Muraddır. Sultan Murad Sani İbn Sultan Məhəmməd xan. Yenə də burada gəlirik bununla üzləşirik, görürük bunu və sonra Sultan Məhəmməd xan Fatih İbni Sultan Murad xan, ikinci Sultan Muradın oğlu Sultan Məhəmməd xan Fatih ki, 2 dəfə də şah olubdur bu ömründə və İstanbulu da fəth eləyən budur. Bunun da nəqqaşısını burada görürük. Sultan Məhəmməd Fatih ya ikinci Sultan Məhəmməd. Sultan Bayezid xan İbn Sultan Məhəmməd xan. İndi Bayezid təkrar oldu. Müntə o Yıldırım Bayeziddir, bu elə adı Bayeziddir. Bayezid xan İbn Sultan Məhəmməd xan, onun da nəqqaşısını burada görürük. Biraz da bunu qərə çəkiblər, yəni ki, bunun biraz qiyafəsi qəriymiş. Ehtimalən nənəsi qəriymiş. Sultan Səlim xan İbn Sultan Bayezid xan əl-məruf bi Yavuz. Bu da bunun nəqqaşısıdır, görünür. Əlbəttə, bunların hərəsində bir dana da şey yazılıbdır, amma biz gedək hələ görək ki, nə var. Bu birisi Sultan Səlim İbn Sultan Səlim xan, Sultan Səlim İbn Sultan Səlim xan sahibi qanun. Sultan Süleyman İbn Sultan Səlim xan. Sultan Süleyman İbn sahibi Səlim xan sahibi qanun. Əslən bu qanun yazdığı üçün qanuni deyirlər, məşhurdur bu. Qanuni dedikləri bir padişahdır. Bu da bunun nəqqaşısını beləsi çəkiblər. Sonra Sultan Səlim xan Sani, ikinci Sultan Səlim, İbn Sultan Süleyman xan, Sultan Süleyman xan Qanuninin oğlu Sultan Səlim xan Sani. Bunun da nəqqaşısını burada görürük ki, çəkiblər. Burada əllərlə bu nəqqaşilərə mən baxıram, əllərlə üzün o qədər bir şey yoxdur. Yəni, əllər çox kiçik gəlir. Bədən çox böyük, əllər çox çıqqılı. Nəqqaşilərin hamısında bunu gördüm, əlbəttə. Sultan Murad xan Salis, 3 dənə buracan Sultan Murad xan olubdur. Sultan Murad xan Salis İbn Sultan Səlim xan Sani. İkinci Sultan Səlimin oğlu Sultan Murad xan, 3-cü Sultan Murad. Pəs Muradlar da 3 oldu. Bu da bunun nəqqaşısıdır. Əli də cibindədir. Və Sultan Məhəmməd xan Salis, indi 3-cü Məhəmməddən danışır. İbn Sultan Murad xan Salis. 3-cü Məhəmməd, 3-cü Sultan Muradın oğlu. Bunun da nəqqaşısı buradadır. Və Sultan Əhməd xan İbn Sultan Məhəmməd xan Salis. Əhməd xan birinci dəfə oldu buracan nəzərimə gələn. İbn Sultan Məhəmməd xan Salis, 3-cü Məhəmməd xanın oğlu. Əlbəttə yazıb sahibi cami budur. Yəni cami nə deməkdir? Burada onu bilmədim. Bu da Sultan Əhməd xanın nəqqaşısı. Yenə də əl kiçikdir. Kitab qutardı zahirən. Burada 2 səhifə boşdur. Əlbəttə burada o Vaqifin möhrü var, baxarıq sonra. Sultan Mustafa xan İbn Əhməd xan Salis. 3-cü Məhəmməd xan, 3-cü Məhəmməd xanın oğlu Mustafa xan. Bu da birinci Mustafa olur burada. Bu da bunun nəqqaşısıdır. Sultan Osman xan İbn Əhməd xan. Sultan Osman xan. Bu ikinci Osman olur əslində. Əhməd xanın oğlu Osman xan. Bu da bunun nəqqaşısıdır. Çox kiçiklikdə zahirən şəhid olubdur bu. Sultan Murad xan Rabi. Murad 4-cü Murad var. Rabi Fatih Bəğdad. Bu gəlir Səfəvilərlə savaşır. İbni Sultan Əhməd xan. Sultan Əhmədin oğlu Sultan 4-cü Sultan Murad.
Murad adıdır. Çünki tarixdə bu ailədən çox adamın adı bu cürdür. Tarix yazanlar burada deyiblər ki, birinci, ikinci, üçüncü, dördüncü. Buna görə ki, bəlli olsun hansı Muraddan danışırlar. Eyni halda dədələrinin adını deyəndə də bəlli olur əlbəttə. Bu da bunun şeyidir. Bunun bölçü dəyişildi. Buna Moğol bölçü kimi bir bölç qoyublar. Əli qılıcla savaşa hazırdır. Sultan İbrahim xan İbn Sultan Əhməd xan. İbrahim də əvvəlimci, mənim nəzərimə yadımda qalan birincidir. Sultan İbrahim xan İbn Sultan Əhməd xan. Əhməd xanın oğlu Sultan İbrahim xan. Bu da bunun nəqqaşısıdır. Yenə əllər kiçikdir nəzərimə. Amma bu əldə nəzərimə gəldi ki, damara da biraz da şey eləyibdir. Sultan Məhəmməd xan Rabi. Sultan Məhəmməd 4-cü Sultan Məhəmməd kim? İbn Sultan İbrahim xan. İbrahim xan həzrətlərinin oğlu Sultan Məhəmməd xan 4-cü Məhəmməddir. Bu da bunun böhlər dəyişir. Getdikcə necə bunu diqqət eləsəz, böhlərin modeli dəyişir və Sultan Süleyman xan Sani, Süleymanın ikinci Süleyman, Sani İbn Sultan İbrahim xan, Sultan İbrahimin oğlu ikinci Sultan Süleyman. Bunu da burada nəqqaşısını görürük. Yenə bölç dəyişdi. Burada bir xas böh qoydular bunlara. Və Sultan Əhməd xan Sani İbn Sultan xan. Bunun adını yazmayıbdır. Calibdir. Yəni yazıb ki, sahibi Cami Sultan Əhməd Sani. Sultan Əhməd xan Sani İbn Sultan adını yazmışdı xan. Bani Cami Şərif. Cami Şərifi düzəldən Sultan Əhməd xandan danışır. Bu da bunun nəqqaşısı. Bunun da bölçündə biraz fərqi gördük. Sultan Mustafa xan İbn Sultan Məhəmməd xan. Sultan Məhəmməd xanın oğlu Mustafa xan. Bu da Mustafa da elə bir birinci dəfədir görünür. Bu da bunun nəqqaşısı. Bunda da bölç biraz dəyişdi. Sultan Əhməd xan Salis. Əhməd 3-dən oldu. Sultan Məhəmməd xanın oğlu. Bu da bunun nəqqaşısı. Getdik 91-ci səhifəyə. Sultan Məhmud xan İbn Sultan Mustafa xan. Burada da bunu nəqqaşısını görürük. Burada bölç kamil dəyişdi. 3 dənə oldu bu şeydə. Bunun əlləri nəzərimə biraz yaxçı gəldi. Sultan Osman xan İbn Sultan Mustafa xan. Sultan Mustafa'nın oğlu yeri boş qalmışmış. Sultan Osman xan. Bu da bunun nəqqaşısı yenə dəyişdi. Bunun bölçü kamilən dəyişdi. Bir başqa cür bölçə çevrildi. Ona görə biraz çox yazılmışdı. Sultan Mustafa xan İbn Sultan Əhməd xan. Əhməd xan oğlu Sultan Mustafa xan Salis. Salisi də burada yazdılar ki, bəlli olsun. Burada da bunun əksi ilə, nəqqaşısı ilə üzbəyüz bölçü kamilən dəyişdi. Sultan Abdülhəmid xan, əvvəl Abdülxan. Bunu yazmamışmışlar, sonra o əvvəllik üstə yazmış. Sultan Abdülhəmid xani İbn Sultan Əhməd xan. Sultan Əhmədin oğlu Sultan Abdülhəmid xan, birinci Sultan Abdülhəmid. Burada da bunun yenə bölç kamilən dəyişdi. Bunu görürük. Sultan Səlim xan Salis, 3-cü Sultan Səlim. İbn Sultan Mustafa xan, Mustafa xanın oğlu. Nəcür oldu şeyin oğlu gəlmədi, Abdülhəmidin oğlu gəlmədi, Mustafa'nın oğlu gəldi. Bu tarixdə bir məsələdir, baxmaq olar əlbəttə buna. Səlim xan Salis, 3-cü Səlim xan. Burada dedik ki, bölçü bunun da kamil dəyişdi. Sultan Səlim xan Salis, İbn Sultan Mustafa xan bunu görürük. İndi bu burada görürük. Bunun da bölçü biraz dəyişdi. O birisindən fərqli olaraq. Çox fərqli deyil, amma biraz burada o əlmasdır, nədir? Onda bir fərqi var.
Sultan Mustafa Xan Rabi, 4-cü Sultan Mustafa İbni Sultan Əbdülhəmid xan, Əbdülhəmid xanın oğlu Sultan Mustafa xan, 4-cü Mustafanın nəqqaşisini də burada görürük və Sultan Məhmud xan Sani, Məhmud, 2-ci Məhmud İbni Sultan Əbdülhəmid xan xələdəllahu mülkəhu və əbbədə səltənədəhu ilə intihaiz zamanı və inqirazı dövran. Bu da Sultan Məhmudun nəqqaşisidir və kitab qurtarır zahirən, çünki o birisi Sultan ki, o birisi Sultan Əbdülhəmiddir, sonra qardaşı Sultandır, onlardan xəbər yoxdur. Bu var, bu var. Bu sultan hangi sultandır adını yazmayıbdır, amma bunun nəqqaşı deyil, bu gərək əks ola. Çünki bunun dövründə, Əbdülhəmidin dövründə və 2-ci Əbdülhəmidin zamanında bu olacaq idi. Sultan yazmayıbdır təəssüfanə. Sultan Əbdülhəmidi Əmid xan İbni Sultan Məhmud xan. Bu Sultan Əbdülhəmid xan əksini görürük. Əlbəttə ki, nəqqaşı da əks deyil. Amma burada çox daha nəqqaş təbiitə yazıbdır. Və bu Sultan Əbdüləziz xan. Bu Əbdüləziz fikrim ən son sultandır ki, Əbdülhəmid bunu götürdü. Sonra özü oturdu. Sonra, yəni mərizli fikirlirəm. Kitab burada qurtarır. Və bu kitabın tarixi 1292-də xəl olur, xəli, yəni səltənətdən götürülür, 2-ci Əbdülhəmid gəlir, sonra təzədən bunu gətirirlər, əgər səhv eləmirsəm. İrtihalləri 1293, elə həman ildə, yəni bunu kim götürür, əlbəttə bunu o zaman götürmürlər, bundan sonra gərək 2 dənə xəlifə olsun. Çünki xəlifə 1293 olanda, bunu miladiyə çevirək, görək ki, hangisi olur. Çünki yox, bundan sonra 2 xəlifə var. Çünki əgər bunu çevirsək, desək ki, burada bunu əgər çevirsək, burada biz bunu tamam, bunu qəməridən çevirsək, ilində yazsaq 1293 oldu, əgər səhv 1293, əgər səhv eləmirsəm belə bir şey oldu. Bəli, 1293, bunu çevirsək, olar 1876-cı ildə, təbii ki, 1923-də şey olubdur, 23 il buradan, 24 il oradan, onlar 47 il arası var. Bu 47 ilin 30 ilin Əbdülhəmid xan Sani hökumət edibdir. Qalanın da bir ayrısı ki, adı da bilmirəm. O 2 dənə də vardı. Hər halda indi bu kitab adın tərsə yazıblar, iştibah yazıblar, Səfəvi deyil, Osmanlıdır. Bu PDF-də yazılan qələtdir. Burada baxsaq, indi burada görək ki, nə yazıbdır. Biraz da yazılarını oxuyaq. Dedik ki, kitabxana Süleymaniyyədə qalır, tarixini də yazdıq. Pəs yazaq buna, kitabın adı Nəqqaşi
1932 idi, 33-də fot elədi, əgər səhv eləmirsəm. Kitabda o zaman yazıbdı. 1293 1293-də Allahın rəhmətini gedirdi. Yəni bu adam bu kitabı bu tarixdən sonra yazıbdı. Yəni bu kitabı nəqqaşçiləri ondan sonra çəkibdi. Gedək birinci əvvəl bu möhrə baxaq görürük, bu möhrə oxuya bilirik. Möhrə oxuya bilsək çox yaxşı olar. Vaqif-i kitab bəndə-i, əgər oxuya bilsəm. Kitab bəndə Mevlana Abdurrahman ya Abdurrahman Nafid oxuya bilmirəm. Cədid Dür Astanə. Belə bir şey yazıblar, amma baş tapmadım nədir. Tamam, kitabı gedək. Bu şeir oxuyaq, görək ki, nə yazıb burada. Hüvəl muin, fehristi şahan, səyyahan oxumuşdum mən, qələt oxumuşam, şahan. Benəzm, Həmdəmi. Nəzm, ehtimala Həmdəmi adında bir adam bunu yazıbdı. Həmdəmi şeirə çəkibdi. Xətalərdən əmin eylə ilahi al-Üsmani. Çün etdün bunları sən əhli İslamın nigəhbani. Elə burada əvvəlində Osmanı yazıbdır. Nə demisə insanlar baxmayıblar. Bu nəsli pakilər dini Muhammed təqviyə buldu. Şərəf bəxş oldu dinə bunların ayin ərkani. İtaət üzrədir şər-i mübinə daima bunlar. Qoydur haqqı bu kim? Qəvidir haqq bu kim? Bu xanidanın sıdq-ı imani. Ədalətlə, şücaətlə, səxavətlə, mürüvvətlə nizam-ı aləm üçün etdilər sə'i fəravani. Edindim bunların tarixini diqqət edib məlum. Edindim yəni ələ gətirdim. Edindim bunların tarixini diqqət edib o məlum. Gətirdim nəzm ilə lütfü haqq ilə fihristi şahani. Gətirdim nəzmi lütfü haqq ilə fihristi şahani. Gətirdim nəzmə, əlbəttə beləsi yoxsaq yaxçıdır. Gətirdim nəzmə lütfü haqq ilə fihristi şahani. Ola ta hər kəsin zahir nişani cümlə tarix. Gələ hər sözün ki nəzmə vardır onun hifzə imkani. Edib mövzun həmvar oldu bu şahnamə icmal. Edib mövzun həmvar oldu bu şahnamə icmal. İcmal yəni çox xülasə. Rica oldur, ola məzur əgər var isə nüqsani. Qulun əvvəli Sultan Osman, qovmun əvvəli. Qovmunun əvvəli Sultan Osman ibn Ertuğrul ki oldur cümlə düz əvvəl qoyan rəsmi cəhanbani. Əlaəddin Səlcuqi edib təbli ələm irsal. Məhəssəl 699'dur xutbə unvani. 699 şeydə Əlaəddin şahlığa giribdir. Əlaəddin Osmani 699 Hicri. 20 ilə 7 yıl səltənət sürdü ədalətlə. 20 ilə 7 il, yəni 27 ildə səltənət sürdü ədalətlə. Bu dövlətdə bu vəz etdi qəmu tərtib divani ta bəsrah.
Bunu əvvəl gəldi Sultan Osmandan başladı ki, dedi bunu şeyi qoyubdu. Bu da bunun Sultan Osmanın əksidir ki, Qara Sultan, Qara Osman da deyirlər. Sonra Əlaəddin Osmani Əlaəddindən danışır. Əlaəddin sultan olmayıbdı. Əlaəddin Səlcuqi. Aha, Əlaəddin Səlcuqi. Səlcuq padişahını deyir. Osmanlı deyil bu. Təəccüb elədim ki, Əlaəddin Səlcuqi edib təbli ələm irsal, təblilə ələm göndəribdi Osmanlıya, yəni Osmana. Məhəssəl 699'dur xutbə unvanı. Bunun adına ki xutbə oxuyublar 699'da Əlaəddin Səlcuqi 699-cu ildə onun adına xutbə oxuyubdu. Yəni onu bir rəsmi özünün, çünki xəlifə o zaman Əlaəddindir, xəlifə İslam, o gərək buna qanuni vəziyyət versin. Qanuni vəziyyət budur, bir dənə hökm yazır və sonra da onun adına xutbə oxur. Yəni namaz cümədə onun adını elam edir ki, filan kəsi filan yerdə qoydu. Elam-ı rəsmi hesab olur. Bu bunun Sultan rəhmətli Sultanın əksidir. İndi gedək görək ki, vələhu, yenə də ondan şeir yazan kim oldu? Onun adını niyə yazmadıq? Dedi ki, xətalərdən əmin ilahi ali Osmani çün etdik bunları sən əhli İslamın nicəhbani bu nəsl paşilə dini Muhammed təxliyə buldu şərəf bəxş oldu dinə bunların ayini ərkani itaət üzrədir şər'i mübinə daimən bunlar qoydur haqqı qəvidir haqq bu kim bu xanedanın sidq-i imani. Cəlibdir ki, burada mən deyirdim və şairin adını oxumuşam amma Həmdəmi üstəd orada deyil. Şair Həmdəmi. Həmdəmi adlı bir şairdir. Kitabında modeli şeirdir. Gedək ikinci şahın haqqında görək nə yazıbdır. Yazıb ki, bir dana kitab bunu görmüşdük. Fəqət bu şeirləri oxumuşduq nəzərimə gəlir. Onlarda nəqqaşi yox idi. Amma burada nəqqaşiləri görürük. Cəhan-ı bibəqadən əzm edib ol sərvər-i aləm yerinə gördü layiq oğlunu Sultan Urxani. Yəni, indi bunu əlbəttə burada bu tarixi də bir hesablamaq lazımdır. İndi 1447-ci ildir. Ondan çıxsaq 966-nı bunu nədir siləcək 966-nı çıxsaq 451 il öncə əcəba mən bunu iştibah eləmədim. Nəzərimə gəlir iştibah elədim. Çünki 699 nə ki 699 hicridə Səlcuqi və Osmanlılara şey veribdi. Mən onu da düzəldim, özüm iştibah yazmışam. 1447-ci ildir yox, ondan çıxsaq 699 gələr 774 il bundan öncə 748 bərcliyin. Mən bu günlər niyə ədədləri belə oxuyuram? Tamam. Burada görürük ki, Osmanlı indi 100 ildə Osmanlı yoxdur. Yəni Osmanlı 650 il ən azından hakimiyyət sürübdür. Yəni tarixdə ən uzun sürən farscadırsa xanidandır, ailədir ki, hakimiyyət ediblər və türkləri, özəlliklə türkləri və İslamı qoruyublar, İslam məmləkətlərini qoruyublar, müsəlmanları qoruyublar və müsəlmanlara çoxlu mənfaətləri olubdur. İkincisi, yəni yenə Həmdəmi adlı şair bu deyibdir.
Cahan bibəqadən əzm edib ol sərvər aləm. Yəni cahan bibəqa, yəni keçici cahanda, bu yer üzündən. Əzm edib getdi, o kim? Osman. Yerinə kurdi, yəni qurdu, qoydu yerinə. O qurmaqla qoymağın fərqi var. Qoymaq budur ki, bir şeyi götürürsən, bir yerdən bir yerə qoyursan. Amma qurmaq bir sistemdir. Bir sistemi qurursan. Yəni qurmaq bir tedad dəzgahın, Türkçə dəzgah. Dəzgahın çoxlu ünsürləri var. Bunları gətirirsən, bir dəzgah düzəldirsən. Bu dəzgahı qurursan. Məsələn, deyək ki, fərş dəzgahını hamı bilir. O dəzgah da deyirik. Onun nəqşəsi var əvvəl. Ondan sonra onun çarçivəsi, ağacları var. Ondan sonra onun çivləri var, ya piçləri var. Ondan sonra onun haçarı var, açıb baxmağa, ya küpünü vardı, vurub çifi bərkitmağa. Ondan sonra onun indi bunları mən yadımdan çıxıbdır nədir, türküsün yəni yadımdan çıxıbdır. Boyluğu var. Boyluqları vardı ki, bu ağacın dövrəsinə donulur. Ondan sonra onun ipləri var ki, rəhləniblər. Ondan sonra onun işləyənləri var, ustası var və şagirdləri var ki, bunu işləsinlər. Sonra onun qırxanı var, pərdaxt eləyəni var, saxlayanı var və satanı var. O sahabı var. Yəni, bu bir sistemdir, o fərş sistemində. Maşının da ki, nəqşəsi var. Məsələn, mindiyimiz maşının, hər biri hangi maşın olur olsun. Onun əvvəldə bir mühəndisləri var ki, onun nəqşəsini çəkiblər. O karxana var ki, onları dana-dana hər karxana bir tikəsini düzəldibdir. Sonra bir karxana var ki, bu tikələri bir-birinə yapışdırır. Ondan bir maşın düzəldir, sonra verir bazara və biz bunu məsrəf edirik. Bunun üçün qoymaqla görmağın arasında şeydir, görmək demirdim. Bunu nə dedik? Yerinə qurmaq. Gürmaq burada yazıbdır, gürdi. Bizdə qurmaq qafla yazılır Azərbaycanda. Fikir eləmirəm Türkiyədə də fərqli olsun. Amma bu gürdi. Gördü də bunu oxumaq olar, gördü. Yəni, layiq gördü. Burada əgər gördü, oxusuq odur. Amma mənim nəzərimdə qurmaq gəlsə, qurmaq sistem deməkdir. Yerinə gördü layiq oğlunu, Sultan Urxanı, Sultan Urxan cülus etdi 726 salində. Bu da 726-cı ildə, calibdir, bunları adam götürə biləsi yaza, 726-cı ildə şey olubdur. 699-da əgər dədəsi olsa, yəni Osman xan hökm almışsa, Səlcuq Əlaəddin Səlcuqidən hökm almış olsa, 27-28 il hökm sürübdür. Sultan Osman, 1-ci Osman. Səadətlə 35 yıl cəhanın oldu sultanı. Sultan Urxan 35 il qəzaya sərf edib ovqatını, heç turmədi xali, müsəxxər eləyib tədriclə ətrafı buldani, buldan məmləkətlər. Bələdin cəmidir. Bu gülzar-ı fənadən oldu, olda yer oda, olda etdi aqibət rehlət, o sərv-i bağı dövlət getdi uqbaya xəramani. Tabə sərah, o birisi bu da bunun nəqqaşisidir. Və ləhu cülus etdi yerinə oğlu Qazi xan Murad anın. Yəni, Urxanın yerinə oğlu cülus etdi yerinə oğlu Qazi xan Murad anın tamamət Rum eylən fəth etdi, açdı Kafəristanı. Tamam Rum elin fəth etdi, tamamət Rum elin fəth etdi, açdı Kafəristanı. Culusinə 700 daxi 61 olur tarix. 761-də bu culus eləyibdir. Budur Əl-Haq Səlatinin şəc-i mərdi mərdani. Çox şəci, yəni şücaətli,
Çox şücaətli əlbəttə. Budur Əlhaq Səlatinin şəcii mərd mərdani. 31 yıl sürüb dövlət qəza yönündə sər verdi. 31 ildə bu şahlıq edibdi, sultanlıq edibdi. Şəhadətlə o sərvər hasil etdi. Qurb-ı rəhmani şəhid olubdu Allahın və müsəlmanların yolunda. Üçüncü padişah və ləhu yenə də həmdəmi Allah rəhmət eləsin bu şairimizə. Şəhid olduğu üçün o sultan Qazi Əskəri İslam cülus etdirdilər filhal oğlu Yıldırım xani. Yıldırım sonra buna Yıldırım Bayezid deyirlər elə bir. Yıldırımı qoydular onun yerinə. Cülusinə 700 daxi 92'dir tarix. 792'də cülus eləyibdi. Şücaətlə Səlatin içrə yoxdur. Anın əqrani, ona yaxın deyir ki, bir Səlatin ondan öncə yoxdur. Əlbəttə, şişirtmək tarixdə vardır da. Nədəm əzmi eyləyib meydanə, at salsaydı küfvarə, hanki dəm. Nədəm, yəni biz də bunu düşünürük. Nədən gəldin, nədən getdin? Nədəm, hanki dəm ki, hanki an, hanki ləhzə. Nədəm əzm eyləyib meydanə, at salsaydı küfvarə, saneydün bərq xatifdür, əlində tiği uryani. Xatif, bilmirəm nə deməkdir. Əlbəttə, burada xatifi sora bilərik ki, xatif, tənbəllik eləməsaq, xatifi soruşa bilərik və görürük ki, xatif nə deməkdir? Ərəbi əz rişi xətəfə mi ayət və mənayı çiniyəs. Məni der ərəbi girəndi, rübayəndi, qapəndi. Qapmaq türkcəli gedib farsiyə qapəndi olubdur. Qapmaq sürətlə almaqdır. Dərbəxtun be mənayı səri'ul ubur, tund bərqasa. در ترکی عثمانی امروزی از همین ریشه وارد شده و در برخی متون قدیمی معنای گاپاننده چابک داشته است. معنای کهن در متون عثمانی برایتون بیاورم صرف کامل فعل خطفه. Yox da elə Osmanidə yox. Məani Kohan Osmani. خاطف عربی وصف مشتق از ریشه فلان معانی قاپنده رباینده سری خاطف qapan rubayan açından alan içinden alan eyni halda pərəndə şikari dozd səri şəhab ya bərq burada o anlamda işlənibdir. Tamam. Saneydün yəni təsəvvür eləyirdim. Belə sanmaqdan gəlir, yəni fərz eləmək. Saneydün bərq xatifdür əlində tiği uryani. Yəni ıldırım kimi şaxır. Ona görə də bəlkə deyiblər. Səriri səltənətdə eylədi 14-i çün təkmil 805'də axər tərk etdi aləmi fani. 14 il sultanlıq eləyibdi və 805'də də Allahın rəhmətinə gedibdi. Süleyman bin ilə Musa bin sürüb bir neçə dəm dövlət. Süleyman binlə Musa bin sürüb bir neçə dəm dövlət. İkisi də atıb tutdu, bulub xali bu meydanı. Bunları oxumağı çox istərəm, amma nəzərimə gəlir ki, bunları, əlbəttə tarixlərini oxuyaq da, bu böyük bir tarixdir. Tarixlərini oxuyaq. Gəldik bu şahımıza ki, adı nə oldu?
Sultan Məhəmməd xan ibn Sultan Yıldırım Bayezid xan 800'də 16'dan zuhur etti Məhəmməd xan. 816'da zuhur etti. 800'də 16'da zuhur etti Məhəmməd xan. Təqəllüb eyləyib dəf etdi. Ol qoğay ixvani. Qardaşlar arasında böyük dava çıxırmış. O davada bu eləyə bilibdi, təqəllüb, qələbədəndir. Təqəllüb elədi. O birisi qardaşları, ha belə qardaşlardan əlavə əmoğlanları ilə, filanları ilə savaşdı və onları yıxdı. 8 yıl müstəqillən padişah oldu. Edib rehlət, sipariş etdi oğlu xan Muradə cümlə ərkani. Bu da 8 il şahlıq eləyibdi, qalanın nəzərimə gəlir ki, çox az şah. Əlbəttə bundan da az səltənət eləyən olubdur. Bu da onun əksidir, nəqqaşisidir. Sultan Murad xan cülusinə 800 həm 24 olur tarix. Sultan Murad xan Murad-ı Sani 824'də cülus eləyibdi. Olubdur xan Murad əvvəllə bu ismi ilə sani. Olubdur xan Murad əvvəllə bu ismi ilə sani. Birinci Muradın addaşı olubdu. Addaşı oldu ikinci. Onun üçün buna ikinci deyiblər. Qərar etdi 30 yıl 6 ay dövlət sərində. 30 il 6 ay qəzalər etdi küffarə çəkib şəmşir burrani. Tamam oldu onun da dövrü rehlət etdi dünyadan. Qoyub Sultan Məhəmməd xan şaniyə bu meydani. Gedək görək ki, bu da bunun əksidir. Sultan Məhəmməd xan İbn Sultan Yıldırım xan. Gedək bu birisi sultana, görək ki, bu nədir? Cülus etdi 855'də ol Şəhi Qazi. Bu da Sultan Məhəmməd xan Murad xan da, Fatih. Sultan Məhəmməd xan Fatih İstanbul. Cülus etdi 855'də ol Şəhi Qazi. Qazi savaşçı. Özdə yaralanan. Savaşda yaralanan. 31 yıl cəhanda kər fərlə sürdü dövrani. 31 ildə şahlıq eləyibdi. Nəzərimə gəlir ki, bundan az olacaqdı, amma çünki tez ölübdü. 48 yaşında zadınır. Bəlkə də o cür olur, 18 yaşında yetirsə. Budur İstanbul'u fəth eləyən Sultan Məhəmməd xan. Nol əcdadinə qalib olursa şövkət-ü şani. Deyir, heç iradı yoxdur ki, bu əcdadinə, şövkəti İstanbul'u fəth elədiyi üçün çoğulur. Cəhanda dəf-ü rəf'ə himmət etdi zülməti küfri. Ziyai seyf ilə vurdi ruyi zəmini qıldı nurani. Ziyai seyf ilə ruyi zəmini qıldı nurani. Bu da Sultan Məhəmməd Fatihin. İndi də bunun bir ildən fikrim biraz o üzbüzdür ki, Türkiyədə bunun dizisi, ya seri. Dizi gözəldir, düzmaqdandır. Dizi, yəni dalbadal düzülən bir şey, dizi. Çox gözəldir. Serial və silsilə ki, ərəbcədir. Serial da onun yenə də ərəbcədir. Onun yerinə gözəl sözdür dizi. Və ləhu irib payanə ömrü oldu, ol dəxi əzmi behişt etdi. Yəni Sultan Fatih, Məhəmməd Fatih. Yerini oğlu Sultan Bayəzidə gördü ərzani. 886'da cülus etmişdir o sultan. Odur hakkın velisi, andadır əsrar-ı penhani. Anda anın daxi zamanında neçə fəth-ü futuh oldu. Qırıb küffarı icra eylədi ayin-i şahani. 30'la həm 2 yıl padişah oldu cahanda, ol 32 il. Fərağət etdi axər tərk edib bu dar-ı əhzani. Bu da gedirik o birisi sultanımıza, Sultan Bayezid xan ibn Sultan Məhəmməd xana gedirik.
yerin Sultan Səlimə eylədi təklif son dəmdə. Ölməmişdən özü deyibdi ki, mən oğlanlarımdan bunu şaha gətirirəm. Bilirdi kimsəyə baqi dəcül bu çarxi gərdani. Cülus etdi 918-də çünki ol qazi, şücaətdə nə ola tərcih edərsəm cümlədən ani. Alıb Misri səfər qıldı əcəm mülkinə ol sərvər. Sultan Səlim xan gəlir şeylə, Səfəvilərlə də bir savaşı çıxır və Səfəvilər məğlub olurlar. O gündən bu günə qədər bu Səfəvi mülkü ki, indi ayrılıb özü neçə məmləkət olubdu, yəni olubdu, deyək ki, bu, yəni Səfəvi mülkündən dövlətlər ki, çıxıblar, mənim zehnimdə qalanları deyirəm. Gürcüstandır, Ermənistandır, Azərbaycan dövlətidir, Türkiyənin birazıdır, müstəqil olmadığı üçün onu gətirmirəm. Bugünkü İrandır. Ondan sonra Əfqanistandır, Pakistandır. Üstdən də var, o Türkmenistan'da harada onlar da var, amma nə qədəri onlardan vardı bilmirəm. Cülus etdi 918-də çünki ol qazi, şücaətdə nə ola tərcih edərsəm cümlədən ani. Alıb Misri səfər qıldı əcəm mülkünə o sərvər, şikəst edib qaçırdı çöldən andən əndəl şahı İrani. Bu kitab sonralar yazıldığı üçün İran adını işlədir. İndi onu niyə dedim? Bunu buna görə dedim ki, Səfəvilər Səlim xandan şikəst yiyəndən bu günə qədər bir sülhnamə əsasında hangi dövlət ki gəlibdi fərq etməyibdi. Hangisi ki gəlibdi orada Səfəvilər olsun, o bir neçə illik o nədir, Kərimxan Zənd olsun, yoxsa Əfşarlar olsun, yoxsa Qacarlar olsun və hətta bu İran olsun, indiki İran 100 il bundan qabaq qurulan İran dediyimiz yer, bunlar, bu İran yox, 100 il yox, ondan qabaq ki, çünki Osmanlı aradan gedir də 100 il bundan qabaq. Bu torpaqların hamısı o 100 ildə, o neçə 100 ildə Osmanlının kölgəsi altında himayəsində yaşayan bir dövlətdir. Ona görə də savaş çıxmayıbdı ondan sonra. Yəni ən son savaş budur ki, görürük ki, bir Bəğdadızadə alır və savaşır. Alıb Misri səfər qıldı əcəm mülkünə ol sərvər, şikəst edib qaçırdı çaldırandan şahi İrani. O savaş sonuncu savaşdır. 8 yıl həm 8 ay səltənət, 8 yıl həm 8 ay səltənət oldu ana. Düzü qoyub getdi yerinə aqibət Sultan Süleymani. Sultan Süleyman gəlir bunun yerinə. Görək ki, Sultan Süleyman neymiş? Cülusinə 900 həm 26-də 6-dır tarix. Sultan Süleymanın istir desin ki, cülusinə 900 həm 26-dır tarix 926-da. Bunun əyyam-ı ədlində bu dövlət buldu mizani. Mizan burada qanun anlamındadır. Cahanda Xan Süleyman 48 yıl padişah oldu. Fikir edirəm ki, ən uzun padişah olan elə budur. Cahanda Xan Süleyman 48 yıl padişah oldu. Vilayətlər müsəxxər eyləyib artırdı unvanı. Cahan məmur abadan olub xəlq oldu asudə. Zamanında zuhur etdi neçə asar subhani. Bu da bu Səlim xan. Bu da getdi cahandan tac-ı təxti tərk edib axar yerinə Xan Səlim oldu. Budur
əvvəlkiyə şani. Əvvəlkinin nişanıdır bu. Culusinə 970 ilə 4 olur tarix. 974'də oturub deyil. Culusinə 970 ilə 4 olur tarix. Budur bu nəsl pakün haqq, bu kim sultan zişani. Zamanında bunun Qibris kimi bir ölkə fəth oldu. Bunun şəmşiri küffar fərəncə verdi xusrani. 8 yıl həm 5 ay ol sərvər aləm sürüb doğran. Səfər qıldı cəhandan məskən etdi bağ rizvani. Gedək görək ki, o birisi xəlifə niyə demirlər? Mən biraz şah mat qalmışam burada. Xəlifəlik bəlkə istəyirlər hakimiyyətlə din arasında olan fərqi görsədələr. Yəni bir növ sekularizm. Yəni siyasi yönünə sultan deyirlər, din yönünə xəlifə deyirlər. Ona görə bu cür işlənilir. Bunu indiki düşüncəmdə belə düşünürəm ki, bir növ sekularizmi, yəni bu əgər belə olsa, yəni dediyim kimi olsa ki, siyasi yöndən baxanda, bu kitab siyasi yöndən baxır da, görürsünüz ki, siyasi tarixi deyir. Siyasi yöndən baxanda buna sultan deyilir. Din yönündən baxanda bunların hər birinə xəlifə deyilir. Əgər belə olsa, dediyim kimi olsa ki, bir növ sekularizmi görsədir, muntaha. Türklərdə bu ayıqlıq var ki, bir adam eyni zamanda iki nəqş oynur, iki önəmli nəqş olur. Bir siyasi nəqş oynur, orada sultandır, bir dini nəqş oynur, orada xəlifədir. Bir ümmət, İslam ümmətinin xəlifəsidir, fərq eləmir dünyanın harasında olsun, onun xəlifəsidir. Bir də öz bayrağı altında yaşayan məmləkətlərin sultanıdır. Yəni bu iki dənə nəqşi bir-birindən ayırmaq çox önəmlidir. Məsələn, biz İranda bunu ayıra bilmirik da, vilayət fəqih deyəndə bu vilayət fəqih həm dinidir, həm siyasidir. Çünki bu cür vermişik ona. Bu cür düşünür. Yəni onu bir-birindən ayıramırıq. Amma cəlib budur ki, Osmanlıda bunu yazılarda ayırıblar. Yəni baxın, siyasi yazıların hamısı, buradan oxuduğumuz tamamən hamısında siyasi gəlir. Heç birisində xəlifə deməyiblər. Siyasi yazılarda. Hamısında sultan deyirlər. Çünki siyasi yönünü tuturlar nəzərdə. Bu da mənim nəzərimə İslam tarixində Türklər bunu çox yaxşı dərk eləyiblər. Mən şəxsən bunu indi dərk elədim. Yəni elə burada danışa-danışa, bu kitabı oxuya-oxuya bu mənim zehnimə bir növ ilham oldu ki, bu ola bilər. Və bu olsa Türklər nə qədər ayıq və aydınmışlar bu iki qavramı, iki anlamı, iki anlayışı, iki mövqeyiyyəti eləyə bilmişlər, bir-birindən ayırsınlar. Məsələn, buna bir misal vursaq, mən adım İnsafəli Hidayətdir. Amma bir adama neçə dana toplumda ya topluluqlarda neçə dana mənim yerim var. Neçə ayrı-ayrı yerim var. Nənəm, dədəmə evladam, yoldaşlarıma yoldaşam, ustadlarıma şagirdəm, şagirdlərimə ustadam, eyni halda, bunların hamısı eyni halda, yəni ayrı-ayrı deyil, yəni yaşırıq bunları. Qazetiçilik yerim var, yazar yerim var, düşünür yerim var. Araşdırmacı yerim var. Bunlar hamısı eyni zamanda bir-birindən, yəni bunları ayırtmaq lazımdır. Məsələn, mən bu kitabı oxuyanda araşdırmacı oluram.
Yəni türk dilini indi başlamışam. Türk dilini oxumağı, əski kitab oxumaqları araşdırıram. O zaman ki bunları yazmağa başlaram, onda yazaram. O zaman ki məsələn bir xəbər ya bir dana məsələni analiz edirəm, gedirəm onun üstünə. Eyni halda uşaqlarımın dədəsiyəm. İndi evli deyiləm, amma evli olsam birinin əri hesab oluram. Və çoxdur. Bu rollar çox ola bilir. Bunları bir-birindən ayırmaq mühümmüdür. Yəni, məsələn, dədə-nənə rolun toplumsal rolundan qatmamaq lazımdır. Uşaqlar mənim uşaqlarım, evlatlarım mənim toplumsal rolumu, yerimi görüb ailə yorumu, dədə-baba yorumu itirməmək, qatışdırmamaq lazımdır. Ayırmaq lazımdır ki, tamam, bizim dədəmiz toplumda kravatlı çıxacaq, xoşalvarlı çıxacaq, belə danışacaqdır, amma evdə bizlə oturanda rahat oturacaqdır, rahat danışacaqdır, şuxluq eləyəcəkdir, güldürəcəkdir. Dədə-nənənin işi budur. Bizi yeməğa çıxadacaq, əgər gücü olsa, dolanmağa çıxacaq, əgər gücü olsa. Bunlar, yəni bu nəqşləri, o şey ki toplumda ona nəqşi deyirlər. Bu nəqşləri, indi türkcəsini bilmirəm, buna nəqşi nə deyirlər, karakter ingiliscə deyirlər. Karakterlərin bir-birindən ayırmaq lazımdır. Və türklər eləyə biliblər, siyasətdə bu iki donanı, xilafət ilə səltənəti bir-birindən ayrı tutab, ayrı qavram olaraq anlayalar, düşünələr və onlara görə ilgilənələr, davranalar. Görürsünüz ki, hətta məsələn, mən Atatürklə müvafiq deyiləm. Mustafa Paşa, Kemal Mustafa Paşa, görürsünüz, gəlir koduta eləyir. Mən buna mötəqidəm, kodutadır. Eyni Rıza Şah kimi koduta olubdur. Mən belə düşünürüm. Əvvəl səltənəti götürür, sonra xilafəti götürür, aradan aparır. Yəni, ayrı-ayrı götürür. Bu cür deyək ki, deyək ki, biz bunu səltənətdən götürdük, xilafətdən götürmədik. Yox, deyir ki, bunu bir tarixdə xilafətdən, əgər bunu baxıq görək da, bunu icazə buyurun, bunu şeydən soruşum. Hangi tarixdə Osmanlının xilafəti və hangi tarixdə Osmanlının səltənət unvanları onlardan xəlq oldu deyə soraq. Görək ki, nə deyir? İl devlətində Osmanlı devlətində sultanlıq və xəlifəlik iki fərqli tarixdə ləğv olunmuşdur. Doğru demişəm bunu. Tarixi ardıcıllıq bilədir. Nə cür? Yəni, bir-birinin arxasıca. Novembrın 21-də Osmanlı Sultanlığının ləğvi novembrın 1922-ci ilin novembr ayının 11-də, yəni November-December miladi ilin 11-ci ayının 1-də 2 il qalır ki, il geçsin olsun 1923. Bunu yadımızda saxlayaq. Səltənət rəsmən ləğv edildi. Yəni, əvvəl səltənət ləğv edilibdir. Türkiyə Böyük Millət Məclisi deyə bir məclis qurdular ki, onu da millət seçməyibdir. Diqqət buyurun. Bu məclisi millət seçməyibdir. Bu məclisi Atatürk'ün ətrafında duran bir neçə adam gəldilər. Ki deyir, bu tarixdən sonra artıq Osmanlı padişahlığı, sultanlığı huquqi olaraq bitdi. Kim idi? Son padişah Sultan Vəhididdin Məhəmməd 6-cı Məhəmməddir. Niyə belə yazır? Bu şey düşübdür. 17 November,
Yəni neçə gün sonra, bu biridir, 17-16 gün sonra 1922-də İstanbulu tərk etdi. Tərk etmədi, calib budur. Paltarlarını da aldılar əllərindən. Tamam pulda, yəni biz məsələn Rıza Şahın oğlu burada eşikdədir, Məhəmməd Rıza eşikdə idi, dədəsi eşikdə idi, ona hüquq verirdilər İranla. Bunlara heç zat vermədilər. Bunların arvad uşaqları, qızları, oğlanları getdilər karxanalarda işləməyə. Yəni Məhəmməd Rıza kimi, Rıza Şah kimi oğlu, indi Vəliəhd deyə bir oğlan vardı. O da Rızadır. O Rıza kimi pulla yaşamadılar. Bunlar getdilər Astağfirullah Rəbbiyət qoyulayım. Bunları göndərdilər Avropada. Çünki Avropaya bunlar tarixən ağır şeylər yaratmışdılar. Təhqir üçün bunları göndərmədilər müsəlman torpaqlarına. Çünki müsəlman torpaqlarında müsəlmanlar bunlara qədr bilərdilər. Atatürk deyən adam bunları yığdı, topladı, göndərdi Parisə. Ki, geçsin düşmənlərin içində xar-ı zəlil olsunlar deyə. Çünki bunların dədələri 700 il Avropalılara qan unutdurmuşdu. İndi o qan unutdurmağın intiqamını alsınlar deyə bunların sultanlığın əllərindən aldılar. 16 gün sonra bir sadə paltarla ki, qış zamanıdır, qışdır, november qışdır. İndi biz qışda yox, bu zamanlardan neçə gün öncə, 16 gün bundan qabaq, 17 gün bundan qabaq bunları mindiriblər, cəmiyə göndəriblər Parisə. Parisə bunlara ev kiraya almayıblər, bunların yanında pulları yoxdur, qış paltarları yoxdur. Uşaqlar orada soyuqdan ölürlər, donurlar, ölürlər. Qızlar, xanımlar ya çox üzr istəyirəm, qəhbəliğə məcbur olunurlar. Çünki Atatürk dediyimiz insan bu kaxlarda işləyən arvadları göndərir qəhbəxanaya. O cür intiqam alır İslamdan, müsəlmanlardan, xəlifədən. Ühdəni görür. Rıza Şah dedikləri adam bunlardan yaxşı davranır. Çünki o deyir ki, sən xaricədə qal. O da gedir xaricədə qalır Əhməd Şah ailəsi ilə. Amma bu o cür eləmir. Bundan ağır intiqam alırlar Osmanlıdan və İslam xəlifə ailəsindən. Göndərirlər orada, uşaqlar soyuqdan ölürlər. Qızlar sətəlcəm olurlar, soyuqdan mərizdirlər. Xanımlar mərizdirlər. Şah mərizdir. Şah ölür, pul yoxdur quyulamağa. Bilirsiniz ki, indi mən burada Torontoda ölsəm, pul olmasa, məni gələcəklər, deyəcək, pul yoxdur da, dəfn eləyək. Nə eləməlidir? Gətirin bunu şəhridariyə xəbər verək, burada bir adam ölüb, tanımırıq kimdir, sahibsizdir. Şəhridarinin məmurları gəlirlər, bu adamı İraq olsun huzurlarından, Allah bizi bağışlasın, bu söz dediyimiz kimi, elə bir it ölübdür, onu götürürlər, aparırlar, yandırırlar. Sultanı gəlirlər, götürürlər, aparırlar, yandırsınlar. Zahirən bir müsəlman tapılır, deyir, bunu yandırmayın, bu müsəlmandır, bunu eləyin, quyulayaq. Nədir olur, bilmirəm orası. Onları da istərsiniz, burada elə soruşa bilirik ki, nədir olur. Qızlar, uşaqlar, bir iddəsi İstanbulda, Ankarada, Qəhbəliğə məcbur qoyurlar, Atatürk bunları məcbur edir. Bir iddəsi də İstanbulda dilənirlər. İş tapa bilmirlər, işləyərlər, çörək çıxıdır. Dilənməyə məcbur qalırlar. Dilənirlər. Dilənə-dilənə xiyabanlarda geçinməyə qalırlar. Yəni, bugünkü homeless karton xab deyirlər, Osmanlı ailəsinin, İslam xəlifəsinin dilənçiliğə göndərir Atatürk. Həm də düşmən torpaqlarına. Yəni, İslam torpaqlarında qoysaydı, İslam torpaqlarında dilənəydilər. Tamam, qoymur bunları. İslamda olan yox. Bunlar gərək dilənməkdən əlavə təhqir olalar. Göndərir İslam torpaqlarında yox.
Düşmən torpaqlarında dilənirlər. Sonra yavaş-yavaş orada burada çox az əşyağa müjdə. Biz də qaçqın gəlmişik burada. Hər kəs qaçqın işə getsə, işin ən əşyası ilə yaşar. Çünki pul gətirməyib ki, qaçıbdır. Biz qaçaq gəlmişik bura. Mən gələndə Kanadaya, Türkiyəyə gələndə 115 min tümənlə gəlmişəm. Onun 100 min tüməni dostlarım veriblər. Və mən özüm Türkiyədə parçada yatmışam bir uzun müddət. Buna görə ki, pulum görsün, armud alırdım, yeyirdim. 50 kuruşa bir armud alırdım, bir günümə bir armud yeyirdim, parçada yatırdım. Osmanlı ailəsi də Fransaya təbid olandan sonra düşmən torpaqlarına, həm də plantarsız, həm də qışın tüfə-tüfündə, indi qışın nə cürdür? Burada Kanadada 11 dərəcə, 13 dərəcə sıfırın altında olur gecələr, indi bu günlərdə. Bəzən 40 dərəcə, 45 dərəcə sıfıra yenə bilir, sıfırın altına yenə bilir. İndi Fransada da bundan biraz boyuz-boyuzdur, yəni çox fərqi yoxdur, elə orada da bu soyuqluqdadır. Ola bilər, məsələn, indi orada olsun 5 dərəcə sıfırın altı, ya sıfır olsun. Paltarsız qadınlar, uşaqlar, 40 yaşında, 40 günlük uşaqlar, qoca padişah xiyabanda kartonxap şəklində orada məcburdular yaşasınlar. Dilənməyə məcburdular, çünki pul tapamırlar, pulları yoxdur. Paltarları yoxdur, gərək dilənələr, paltar tapalar. Sonra yavaş-yavaş iş tapırlar fabrikalarda, ev icarə eləyə bilirlər. Yavaş-yavaş geçinirlər da, bu çətinliklərdə ölürlər, gedirlər. Neçə cumhuriyyət, Atatürk ölür, Atatürk öləndən sonra neçə nəfər ayrı adamlar gəlirlər iş üstə. Prezidentlərin biri gedir Fransaya, Parisə. Parisdə axtarış görün bizim bu xəlaf, bizim dədələrimiz, nənələrimiz, bacılarımız ki göndərmişik bura, onlar ki fahişəxanadadılar, onlardan xəbərimiz yoxdur. Bilmirik başlarına nə gəlibdir. Görək bunlar ki Fransada yaşırlar, gedir, görür, axtarır, tapır. Bunun adını bilirəm, oxumuşam da, eşitmişəm də. Hangi rəis cumhurdur Türkiyənin, yeni Türkiyənin, Osmanlı demirik da, görürsünüz, yeni Türkiyə deyirik. Yeni Türkiyənin, yeni İran kimi, yeni Türkiyənin prezidenti gedir Fransada axtarır, tapır. Bunlar bir karxanada işləyirlər. Kim? Mələkə. Xəlifənin arvadı, xanımısı. Osmanlının padişahının xanımısı. Bir karxanada karigər olaraq işlir. Bilmirəm nə işidir. Onu bilmirəm. Amma bir karxanadır, fabrikadır. Orada işlir. Orada gedirlər. Salam aleyküm, siz kimsiz? Biz Türkiyə prezidentiyəm, gəlmişəm. Bəs siz hardasınız? Neçə ildir, niyə yoxsuz? İslamda çox olubdur belə. Yəni olubdur bir xəlifə, bir ailə, məsələn Əbbasi ilə Öməvi, Səlcuqi ilə Əbbasi məsələləri gəlib ortaya, xəlifəni, məsələn qabaqçı xəlifəni əzl eləyiblər gözünə, mil çəkiblər, kör eləyiblər, göndəriblər dilənçiliğə olubdur. Amma göndəriblər İslam torpaqlarında dilənsin. İnsanlar bunları xəlifə olaraq görürdülər. Azdan çoxdan hörmət edirdilər. Düşmən torpaqlarına göndərməmişdilər. Birinci dəfə Atatürk düşü gəlir, düşmən torpaqlarını göndərir. Eyni zamanda Rıza Şah deyilən cani də, kodutaçı da eyni Atatürk kimi dedikləri insan Mustafa Kemal Paşa kimi göndərir Fransada yaşasın deyə. Düşmən torpağına göndərir. Amma Qacar şahları Fransada hüquq alırlar. Azdan çoxdan İrandan bir pul gedir onlara. Məclis təsvib edir, bir pul gedir onlara. Vəli Osmanlıda, Osmanlının sələfi olan Mustafa Kemal Paşa
dedikləri bir insan ki, indi prezident olubdu və ondan sonraki bir neçə prezident onlara heç zat vermirlər və lüt göndərirlər ola. Lüt dediyim, yəni yay paltarı ilə. Gedirlər evdən, otaqdan çıxadırlar. Tamam üstlərində, başlarında nə paltar var çıxadırlar. Bir dənə dilənçi paltarı kimi paltar verirlər. Gedin siz düşmənin içinə bu cür göndərirlər. Və onlar düşmənin içində dilənməyə məcbur qalırlar və sonra da karxanalarda işləməyə məcbur qalırlar, qarınlarını doldursunlar. Sonra da öləndən sonra onları quyulamağa da tapanmırlar. Sonra bir adam tapılır, bunları göndərir, müsəlman qəbirdən çıxadır, göndərir, qəbrin müsəlman torpaqlarında qalsın deyə. Onun üçün istədim bu iki tarixi bilaq. İslamda birinci dəfə bir dana şəxsiyyətin toplumsal rolların araşdıra bilirlər, fərqli qoya bilirlər. Onun üçün hətta Atatürk dedikləri adam belə gəlir, bunu ayıra bilir ki, bu adam xəlifədir və bu adamın bir ayrı işi də səltənətdir. Bu iki dana bir-birindən ayrıdır. İki müəssisədir. Biri din müəssisəsi, biri siyasət müəssisəsi. Buna indi İranda sekularizm deyirlər, hələ indi düşünmürlər nədir. O halda ki, İslam dünyasında 600 ildir, 700 ildir, hətta Səlcuqi dövrəsində belə bu iki dana müəssisəni bir-birindən ayırıb sekular yaşada biliblər. Onun üçün Atatürk dövründə, o zaman ki Osmanlını istəyirlər aradan aparsınlar, 1922-ci ilinin novembr ayının birində səltənətdən xəl edirlər. 17-sində, yəni 16 gün sonra da bunları lütbaş göndərirlər Fransada Parisə. Getsinlər orada dilənsinlər. İndi 2 ay qalır dedik ki, 2 ay qalır il qutarsın. 1922-ci il qutarsın, 2 ay qalır qutarsın. Ki 1923 girsin ortaya. İndi Osmanlı xəlifəlik müəssisəsinin, görürsünüz adını yazdı müəssisə. Üstə nə yazmışdı? Sultanlığının, burada müəssisəsinin ləğvi ha vaxtı Mars 1924-cü ilin 3-də, Mars ayının 3-də xilafətlik, yəni neçə ay? Yəni Mars özü 3-cü aydı ildən, mənim də doğum günüm oradadır, 30-undadır, 3-cü ayın 30-undadır mənim doğum günüm, Mars'ı hesablayanda. Mars'ın 3-də, 3-cü ayın 3-də, buradan da 2 ay, 5 ay. 1 il 5 ay sonra xilafət şey olur, həsv olur. Görək nə yazır? Yazır ki, TBMM tərəfindən, nə deməkdir bu? Türkiyə Böyük Milli Məclisi. Ya Türkiyə Böyük Milli Məclisi tərəfindən xilafət müəssisəsi rəsmən ləğv etdi. Tərəfindən olana rəf edildi olar. Rəf etdi, niyə deyir bilmirəm. Son xəlifə kimdir? Əbdülməcid əfəndi. Əbdülhəmidin yerinə Əbdülməcidi keçirdilər. İdi. Xəlifə Əbdülməcid Sani. Bu qararla Osmanlı nəslinin rəsmi, dini, siyasi liderliyi də sona çatdı. Eyni gün Osmanlı hanedanının bütün üzvləri Türkiyədən sürgün edildi. Yəni, mən oran ki dedim, Osmanlı səltənət o günləri ləğv oldu və o günləri də 17-sində də onu İstanbulu Əbdülməcidi məcbur elədilər ki, tərk eləsin deyir. Amma xilafəti indi 1 il 5 ay sonra səltənət ləğv olan 5 ay sonra ailəni də göndərdilər. Uşaqları, qızları, oğlanları, uşaqları və orada işləyən bir də adamlar ki, xəlifənin namusu hesab olurlar. İslam xilafətinin namusu hesab olurlar. Bunları da fahişəxanaya göndərdilər.
Səltənətin ləğvi. Pəs xülasə 1922-ci ilin novembr ayının, yəni 11-ci ayın 1-də səltənət ləğv oldu. 17 ay sonra 1924-cü ilin mars ayının 3-də də xilafət ləğv oldu. Bu bunu nə göstərir? Göstərir ki, türklər Məhmud Qəznəvidən, Səlcuqlardan, Qəznəvilər, Səlcuqlar və Osmanilər eləyə biliblər iki müəssisəni bir-birindən ayırarlar, bir adamda onlar toplandığı halda. Yəni, deyək ki, Əbdülhəmid Sani ya Əbdülməcid həm xəlifədir, həm sultandır. Amma xəlifə müəssisəsi bir ayrı müəssisədir, səltənət müəssisəsi bir ayrı şeydir. İranda yoxdur bu. İranda yoxdur. İranda Şah, Rıza Şah ya Məhəmməd Rıza Şah həm xəlifədir, deyirlər, həm də Allahın yer üzündəki da, indi vilayət fəqihi Xümeyni və Xaməni, deyirlər ki, Allahın yer üzündə xəlifəsidir, həm də sultandır, yəni sultan riqabdır. Beləsi bir şey. Hər halda, buradan geçək, yəni çox uzatmayaq. Əlbəttə, çox önəmlidir bu tarixləri demağım və bu düşüncəni. Çünki bu düşüncə farslarda hələ yoxdur. İndi sekularizmdən farslar danışanda fars sistemindən danışırlar. Biz türk sistemində bunu həll eləmişik. 800, 900, 1000 ildir. 1000 ildə həll eləmişik, bunu gedibdir. Gələk görək ki, burada Anın məsnəddeşini Xanmurad salis olmuşdur. 3-cü Xanmurad. Budur cümlə Səlatinin qüzini əhli irfani. 900 həm dəxi 82 üçün keçdi hicrətdən 982. 900 həm dəxi 82 keçdi hicrətdən cülus edib müyəssər oldu ana tac-ı xaqani. Olub sabit qədəm təxtində zəhmət çəkib əsla çəkməyib əsla. Olub sabit qədəm təxtində zəhmət çəkməyib əsla. Edib sərdarın irsal əl-mədilər də Təbriz o Şirvani. Edib sərdarın irsal əl-mədilər Təbriz o Şirvani. Aldılar, nə deyir? Aldılar Təbriz o Şirvani. Yəni, özü savaşa getmir. Dahi bunun dövründə şah oturur evdə, toplum ittilatı, məlumatı toplur, istixbaratı toplur və orduya kumandan seçir, baş kumandan seçir, baş kumandanı göndərir savaşa Təbriz o Şirvan, yəni Azərbaycan. Azərbaycan dediyimiz zaman, o zaman indiki kimi deyildi ki, Azərbaycan ikiyə bölünmüşdü, iki işğalla, hər ikisi də işğalda idi. Belə deyildi. Bir tərəfi Rusların işğalındaydı Azərbaycanın, bir tərəfi İranın, Farsların işğalındaydı. Əslində İngilislərin işğalında, necə ki, Türkiyə də İngilislərin işğalındaydı. Yəni, bunu biz şey eləməyək, qırağa atmayaq. 20 yıl 8 ay aləmə hökm etdi ədl üzrə, qoyub getdi o daxi aqibət bu kehnə eyvani. Bu da burada əksini gördük. Vələhu, anın da oğlu kim Süleyman, kim Sultan Məhəmməd Xan Salisdir. Anın da oğlu kim Sultan Məhəmməd Xan Salisdir. Cülus etdi 1003'də oldu cari əmr fərmani. Bu dövlətdə budur xunkar qazi Fatih Əqri Anri ehtimalən. Fatih Əqri. Bu dövlətdə budur xunkar qazi, xunkar. İndi hünkar deyirlər Türk şeydə də, dizilərdə hunkar deyə hunkar. Budur dövlətdə xunkari qazi Fatih Əqri qirani
qıran küffarı sərtapa edib cəngi fəravani. Deyir ki, bu da Sultan Məhəmməd Xan Salis də dədəsinin tərsinə ki, savaşa getmirdi, bu savaşa gedir. Qıran küffarı sərtapa edib cəngi fəravani. 9 yıl 63 gün səltənət sürdü edib rehlət. 9 il 63 gün, 2 ay 3 gün ya 2 ay 1 gün səltənət sürdü edib rehlət. Bu mehmanxanənin bir qaç gün oldu mehmani. Gedək o birisi şahın şeyinə, Sultan Əhməd xan. Göçüb onun yerinə ədlilə Sultan Əhməd xan igidin oldu ehya. Yenidən oldu ehya. Haqq bu kim? Ayin-i Osmani. Yenidən. Mən bunu yigidini oxudum, olmadı. Yenidən oldu ehya. Haqq bu kim? Ayin-i Osmani. Culusi hicrətin 1012-sində olub vaqe. 1012-də. Culusi hicrətin 1012-sində olub vaqe. Ana bu səltənət oldu xadanın lütf və ehsanı. Zamanında Anatolunun ətrafilə əknafın. Zamanında Anatolunun ətrafilə əknafın Cəlali əşqiyası cümlətən etmişdi talani. Cəlali bir ailədir orada. ehtimal verirəm Kürtlərdən olsunlar. Cəlali əşqiyası cümlə etmişdi. Görüm ki, bunu bu şeydən bir şey alabilirik. Cəlali əşqiyası Osmanlı çağında üsyan etmişlərdir. Görək buna görə bir şey gətirir. Cəlali əşqiyası Osmani çağında vaqəən üsyan etmişlərdir və tarixdə Cəlalilər üsyaniləri deyə tanınır. Cəlalilər üsyaniləri neylərdir? Cəlalilər 16-cı qarnindən 17-ci yüzyıllarda Anadoluda baş qaldıran itaqəçi, soyğutçu, quluğlu topluluqları idi. Mühüm səbəblər: dövləti maliyyə berancizi, bilmirəm yəni nə demək, timar sisteminin bozulması, sefru rəqbəti ilə xas dövrəha, demənə bilmirəm ki, farsı türkünü qatıb bir-birlə. Osmanlı əsnadlarında adlarına tez-tez rast gəlinir. Şahqulu Yavuz Sultan Səlimdən öncə Anadoluda böyük qarışıqlıq yaradan qızılbaş qaraquşları. Yox, bu o deyil. Bunlar gəlir ki, pəs bu da rəqibdir. Yəni, Osmanlının içində Cəlalilər bir ailədir, rəqibdirlər. Oğurluğa çıxmayıblar. Qarablar, Həsən filan, Cəlalilərin əsil başlanğıcı onunla bağlanır. Karayazcı Abdülhəlim Dəli Həsən qüvvətli üsyan etdi. Axır sonra dövlət tərəfindən paşalıqla qəbul edildi. Tamam. Qalaybulu Kalandaroğlu Qalabuylu Anadolu'nun, bunları ötürək, bunlar şey deyil, mən istəyirdim görüm ki, bu şeyin haradır? Cəlalilərin kökəni kimlərdəndir?
ırq yazaq. İrqları nədir? Görək buna bir şey gətirir. Cələllər bir irq qom deyil. İctimai-siyasi şəraitdə ortaya çıxan qarışıq topluluqdur. Tamam, pəs ırq deyirlər cələlilər. Yəni nəcad deyirlər. Osmani tarixçilərinin İnalcıq, o, Lütfi, Barakan, Mustafa, Aqdağ çıxadığı nəticə belədir. O beləsi görək nədir? Cəlalilərin kökəsi kimlərdəndir? Cəlalilər qovm deyildir. Onlar şağıdakılı, sadaqçıl topluluqlardan təşriklənmişdir. Timar, Ziyamət, Nizami, Çöküm, Anadolu sipahiləri, timarları əlindən alınmış yerləri, məişətsiz qalan dərdli sipahilərin böyük qismi Cəlali qrupuna qatıldı. Quluğli topluları, İstanbuldan Anadoluya sürgün göndərilən Quluğlilar. Bəs bunlar bir şey deyirlər. Yürlü qonar qoyma, yarı köçəri taq. Yürük, Türkman, Avşar, Bozuq, Cəlli, hətta Bazan, Kürd. Bazan, Kürd. Bunlardan da deyir var içində. Bunlar qovm deyil, ictimai vəziyyət, yəni köçəri ya yarı köçəri taqımlar deməkdir. Ocaqdan qaçan, bac verə getmək istəməyən dahi dəhati topluluqlar. Çoxlu, yəni pəs bunlar şey deyil, mən deyirəm ki, bunlar Kürd ola bilər, Kürd deyirlər. Bunu da burada öyrəndik. Cəlali əşqiyası cümlə etmişdi talani. Təvəkkül eləyib Allah'a, qıldı bir qulun irsal, geçirdi tiği qəhrindən sərasər əhli tuğyani, hükümət etdi 14 ilə 4 ay, etdi çün rehlət, cülus etdi dilər anın yerinə Müstəfa xani. Gedək o birisi şeyə oxuyaq, görək bu kimdir. Cülusi 1026-da çün Müstəfa xanun müyəssər oldu ana, gərçi bəxti fərru sultani, nəhal isə 3 ay, 3 gün qərar etdi vəli, sonra edib qoğay aləmdə fərağət çəkdi damani. 3 ay, 3 gün cəmən səltənət edibdi, çəkilib qırağa. Bunun ardınca Osman xan sani padişah oldu. Niyə əcəb bu şey eləyibdi? 3 ay, 3 gün niyə çəkilib qırağa? Bu önəmli bir məsələdir. Bunun ardınca Osman xan sani padişah oldu. Həqiqətdə budur bu xandanın şir-qurrani. Cülusi bu kimdir? Sultan Osman xan İbni Əhməd xan. Cülusi 1020 ilə 7-də xan Osmanın olub 4 ilə 4 ay 10 gün anın cümlə dövranı. 4 il 4 ay 4 illə 4 ay onun 10 gün. 4 il 4 ay 10 gün cəmən hükm eləyibdir. Pəs bundan az eləyən var. Mən deyirdim ki, yapaz eləyən əvvəldəkidir və indi görür ki, 3 ay 3 gün hökumət eləyən varmış. Özdə öz ürəyi ilə çəkilib qırağa. Qəza yoluna bəzli himmət etdi ol şah-ı qazi, cəhan sərvərligin isbat edib göstərdi burhani. Nə çarə neyləsün, əmma ki bəxti olmadı yavər, cəhan olmayıb kami, fələk qıldı həbaani. Həba yel, yəni aradan apardı. Həbaani bu halət üçün zuhur etdi qovmunun ittifaqı ilə. Famillər, qovm, qəbilə, bunu oxumuşduq ki, vəkillər, ruaya, vükəla, vüzəra və səltən, bunu oxumuşduq bir ayrı kitabda, onu deyir. Çox nə çarə neyləsin, əmma ki bəxti olmadı yavər. Cəhandan olmayıb kami, fələk qılmadı
qıldı həba ani. Bu halət üçün zuhur etdi qovmunun ittifaqı ilə. Tamamen rəy birliklə cülus etdirdilər tikrar Sultan Mustafa Xani. Mustafa xanı ki götürmüşdülər, gətirdilər, qoydular yerinə. Mustafa xan həman ki 3 ay 3 gün oldu. Bəli, 3 ay 3 gün, 3 ay 3 günü götürdülər, bunu götürdülər. Bu şahı onu gətirdilər yerinə. Kimi? Sultan Osman xanı gətirdilər onun yerinə. Amma neçə gündən sonra dedi ki, dörd il, 4 ay, 10 gündən sonra bunu götürdülər, onu gətirdilər. Onu götürmüşlər, bunu gətirmişlər, bunu götürdülər, onu gətirdilər. Ya da ki, o özü çıxdı, bu gəldi, sonra bunu götürdülər, onu getirdilər yerinə. Bu halət üçün zuhur etdiyi qovmunun ittifaqı ilə cülus etdirdilər tikrar Sultan Mustafa Xani. Nə fitrətlərinə qoğalar olubdur 1031-də. Fitrətlər dedikdə o dövrə ki, savaşlar girir, qardaşlar bir-biri ilə savaşırlar. Nə fitrətlər, nə qoğalar olubdur 1031-də. 1031-də nə fitrətlər, nə qoğalar olub, qardaş-qardaşa, əmoğla-əmoğlalar savaşırlar. 16 ay zamanə göstərib ruy pərişan. 16 ay savaş qırğındır. Müşəvvəş oldu üçün əhval-ı aləm gördülər axər. Gəlib cəm oldular bir yerə cümlə dövləti Osmani. Gəlib cəm oldular bir yerə cümlə dövləti Osmani. Ondan sonra kim gəlir? Bu uşaq gəlir. Bu uşağı gətiriblər iki üstədə. Yəni əvvəl uşaqdır, sonra hər halda. Cülus etdirdilər Sultan Murad Rabi'i oldən. Sultan Murad xan 4-cü sultan. Umur-i səltənət buldu yenə əvvəlki mizani. İndi gəldilər, bunu gətirdilər ortaya. Sultan Murad xanı. Keçib təxtə 1032-də ol Xusru və Qazi. Bu dövlət oldu ol şahi güzinə haqqın ihsani. Məhabətdə, sərabətdə olub əcdadinə qalib. Budur sahib qirani aləmin samu nərimani. Ədunun kəsdi ırqın. Ədunun kəsdi ırqın əşqiyadan intiqam aldı. O dövrdə düşmən var, həm içəridə qardaş-qardaş savaş var, həm əşqiyalar var, həm də düşmən var. Ədunun kəsdi ırqın əşqiyadan intiqam aldı. Əlindən ol güruhun hər biri qurtarmadı cani. Edib zahir qudrət fitne ya cücə kəsdi. Edib izhari qudrət fitnəyə yəcücə səd çəkdi. Yəcücə səd kəsdi. Yəcüc bilmirəm kimə deyir, birinin sifətidir. Səzadır ana deyirlərsə, əgər İskəndər-i Sani, əgər buna İskəndər-i Sani desələr, yeri var. Rəvan ilə alıb Bəğdadı qəhr etdi Qızılbaşı. Bəğdadı getdi, aldı, o xarici düşmənlər Qızılbaşı da qırdı. Qalıydı sağ əgər alırdı həb İran-ı Turani. İran, Turan iki dənə ayrı bir yerdirlər, bir-birindən ayrıdırlar zahirən o dövrədə. Cəhanda 17 yıl kamranlıq eyləyib axər. 17 il şahlıq elədi. Nəhayət buldu əmri haqq ilə onda Dorani. Bu da bunun savaş üçün bu börkü başında daimən savaşırmış, qırış da əlində. Ona görə hər tərəfə savaş çəkib da, yəni. Cülus etdiyi yerinə Dadiri Sultan İbrahim. Cülus etdiyi yerinə. Mən ehtimalən gərək bunu vardı Sultan İbrahim. Mən gərək belə oxuyam, amma dardı yazıbdır. Bilmirəm niyə beləsi. Mən vardı oxuram bunu. Cülus etdiyi yerinə vardı Sultan İbrahim. Bunun da oldu həft iqlimə cari əmr fərmani. Olub 1049-da ana ruzi bəxt firuzi. 1049-da. Olub 1049-da ana
روزی بخت فیروزی گتردی صدر آخر روزگار ol zülli yezdani. Behemdüllah zamanında geride xaniye feth oldu. Behemdüllah zamanında girid bir yeri adıdır. Giriddə xaniye feth oldu. Azaqdən xud qazaqlar tutdular səmti gürizani. Azaqdan, azaq ehtimalen bir yerdir. Azaqdən xud qazanlar qazan da hər halda qazanxan da deyilir bir işimiz olar. Tutdu səmti gürizani 9 ildən 3 ay əskik hükümət eləyib axır. Fərağət etdi ana kəşf olub bu sirri vicdani. Nəsib oldu şəhadət aqibət ol şah-ı məzlumə. Nə çarə bu imiş çün ta əzəl təqdir yezdani. Nəsib oldu şəhadət aqibət ol şah-ı məzlumə. Nə çarə bu imiş çün ta əzəl təqdir yezdani. Anın fərzənd alişani dövlətlə, səadətlə keçib örnək şahiyə müşərrəf qıldı divani. Gedək görək o birisi padişahımız Sultan Məhəmməd Xan Ravi 4-cü Sultan Məhəmməd necə oldu? Culus Xan Məhəmməd eyləyib asudə dünyayı dedi tarixini ərbab nəzmün bir süxəndani. Odur xunkar qazi padişahanın sərəfrazi. Qələm mətnində qasirdir o Sultan İbn Sultani. Sümmiyə fəxr-ü aləm şəhriyar ə'dəl و əkrəm şəhənşahi müəzzəm varisi mülki Süleymani. Məhəmməd Xan Rabi padişahi məşriq و məğrib anındır tacı xaqani, anındır təxt-i Osmani. Səadətlə səriri dövlətində canişin olsa görən bədr oldu zənn eylər. Görən bədr oldu zənn eylər fələkdə mah tabani. Səvar olsa əgər rəxşi Humayunə sanurlar həb. Səvar olsa əgər rəxşi Humayunə sanurlar həb. Sanurlar sanmaq, anlamaq, düşünmək, zənn eləmək, güman gətirmək. Sanurlar həb Əsəd burcuna təhvil eyləmişdir mehri rəxşani. Culusi əsnavlərində gərçə olmuşdu biraz fitrət. O zamanda davalar var. Hələ otura bilir, otura bilmir, qarda o gəlir, bu gəlir. Qovməsin bir tərfi qıldı. Qəmusun, hamısın, qəmusin bir bərtərəf qıldı. Edib tədbir asani. Əsər dövründə hərgiz qalmamışdı fitmədən həqqa. Məgər ərbab hüsnün rəxlərində xali fəttani. Ədalətlə yeki başdan cəhani eylədi mə'mur. Ədalətlə iki başdan cəhani eylədi mə'mur. Yenə buldu nizamın dövlətində aləm fani. Bunun biz şükrünü mümkün midir hərgiz əda etmək? Bunun biz şükrünü mümkün midir hərgiz əda etmək? Xuda verdi bizə bir padişahi paki izani. Yetir ey həmdəmi şimdi şəməndərgir o gəl sidq ilə əl aç. Yetir ey həmdəmi şəməndəngir gəl sidq ilə əl aç. Duaya başla kim fehrist şahan buldu payani. İlahi eylə ərvah-ı səlatini dəmadəm şad. İlahi sən xətalərdən əmin et şah-ı dövrani. İlahi ömrün əfzun eylə anlar yerdə yatdıqca. İlahi sən qəbul eylə duayı müstəməndani. Zahirən burada kitabı qutarıbdır. Amma kitabın davamı var. İhtimalən həm odur ya ayrısı. Yazıb ki به تزدیل لبیب الآمدی
Əl-Əmdi. Bu bir ayrı şairdir, bunu yazır. Zahirən buradan bu üzə به تزییلی لبیب الآمدی bilmirəm, ehtimalım görək nəmədik. Ləbiba, Ləbibdir də adı. Hər halda şeirin səhifə 30-dan, yəni 60-dan 41, üzrdən burada 41 görünüyor, 82. 82-dən şair kim olur? Ləbib. Ləbibül Amedi. Ləbibül Amedi. Ləbib bu əsərdə itmamış üçün Həmdəmi mərhum. Həmdəmi mərhum, Həmdəmi onun adıydı da, dedik ki, Həmdəmi qabaqçı şairdir. Ləbiba bu əsərdə itmamış üçün Həmdəmi mərhum olubdur, ona görə yarımçılıq qalıbdır. Culusi Xan Məhəmməddən ziyadə xamə cünbani. Xan Məhəmməddən bu üzəni deyir ki, o mərhum yetişmədi ömrü, biz başlayırıq. Ləbib deyir. Ya təhrir eyləmişdi biz müzəffər olmadıq yoxsa. Deyir, bəlkə də yazmışdı, amma biz müzəffər olmadıq, yəni tapa bilmədik. O əsnalar anında əhd-i ömrü buldu payani. Amma onun zamanında əcəb bir həmdəmi yox miydi anın ki etmədi təzyil. Əcəb bir həmdəmi yox miydi anın ki etmədi təzyil. İstanbul şəhriyarani, bu nəzmi şəhriyarani. Çu təqvim təvarix eylər idi ixtisar üzrə. Çu təqvim təvarix eylər idi ixtisar üzrə. Deyir ki, onların tarixlərin xülasə yazardı. Xəbərdar əhli məclisdən neçə rəğbəti güzinani. Bu söhbətlər olub bizim fəqiranəmdə çün bir şəb. Bu söhbətlər olub bizim fəqiranəmdə çün bir şəb. Həman tərğibədir kar oldu bizimmin bəzmin bəzi əxvani. Deyir ki, elə həman cür də biz də bunları qabağa aparacağıq. Bu əcz aludəyə, bu əcz özün aciz görsədir. Bu əcz aludəyə soq etdilər kim sən tənzil, kim eyləsin tənzil. O şəhdən sonra təşrif eyləyən şahan zişani. Deyir ki, o şahdan sonra kimləri kim yazsın deyə bir o söz çıxdı ortaya. Dedim, mən nəqd-i nəzmi kim əyarəm. Dedim, mən nəqd-i nəzmi kim əyarəm. Çün dəriğim yox, əgər nüqsana baxmazsa məarif vəznə darani. Vəfai vəədə xəlq xan Məhəmməddən şuru etdim. Vəfai vəədə xəlq xan Məhəmməddən şuru etdim. Xan Məhəmmədi götürüblər, xəlq eləyiblər. Rəqiblər, düşmənlər. Düşmən deməyək, rəqiblər. Vəfai vəədə xəlq xan Məhəmməddən şuru etdim. Bu əslub üzrə yazdım iştə. Bəndən eylə cuş ani. Cuş qulaq ona ver. Anın da oldu 1099'da müddəti qayət. 1099'da onun Sultan Məhəmməd qutardı. Sultan Süleyman xan. Anın da oldu 1099'da müddəti qayət. Çəkirdilər yerinə, geçirdilər yerinə dadəri Sultan Süleymani. Vardi Süleyman Sultanı. Dardi yazıbdı. Dadri. Mən bunu bilmirəm, dadri nə olar? Ona görə vardi oxuram bunu, yazıram. Oxuram. Əcəb fəru yerdi oldəm cəvhər-i zat-ı Humayuni. Əcəb furu yerdi oldəm cəvhər-i zat-ı Humayuni.
Nəkindan oldu təxti mülkə bu fəssi Süleymani. Fəss o böhdür ki, qoyulur başa, buradan bir şey qırmızı teli aslanır. Onun adı Fəsdir. Fas şəhərindən gəldiyi üçün ona Fas deyiblər. Elə Fəs deyiblər. İndi satılır. Mən də çox xoşum gəlir. Osmanlığın əlaməti olub son dövrlərdə. Bəlkə bir gün mən də onu alıb qoyaram başıma və onunla dolanıram. Çünki Osmanlıya iftixar edirəm mən, bunu deyim. Əcəb fər yerdi oldəm cevher zat-ı Humayuni, nekindan oldu təxti mülkə bu fəssi Süleyman. Necindan olacaq bu da. Necindan oldu. Necindan, necini saxlayan, üzüyün dövrəsini ki saxlayır ha, onu deyir. Necindan oldu təxtə, təxti mülkə bu fəssi Süleymani. Bu Süleyman Şahdan başlanıb. Yəni bu Süleyman Şahdan ki Sani, Sultan Süleyman Sani hesab olur. İkinci Sultan Süleyman. Bu o fəsli gətirdi, bir inqilab başlatdı. Bunun dövrü inqilab dövrüdür. Oxumuşuq qabaqcan kitablarda. İnqilab dövrüdür, xətt inqilabı olur ki, bir dana kitab oxuduq, xəttə görə yazdı ki, Türk əlifbanı Türk dilinə inqilab edir, əlifbanı Türk dilinə yaraşıq və Türk dilin əlifba ilə yazmaq inqilabı başlanır. Elə ərəb əlifbasının, amma Türk-ərəb əlifbası ilə, amma inqilab olur. Qabaqçı kitablar kimi yazılmır. Ondan sonra kitablar değişilir. Buradan başlanır. Partar inqilabı, ordu inqilabı, çoxlu inqilablar başlayır. Burada bu şahın dövrü inqilab dövrüdür. Dünyaya taza bir form istir verə. Onu deyir. Getirdilər, tamam. Necindan oldu təxti mülkə bu fəssi Süleymani. 3 sali əvvəl dəqdə olduqda, 3 sal olduqda təxti səltənət bir aradə həmavayə. 3 il geçdi, görək ki, nə olur? 3 ruzə dəhr döndü, çəkdi dəstu pay damani. 3 ildən sonra bunun da şeyi aradan getdi. Çün tarix erdi 1102, bir nəqş atıb gərdun Süleymanidən ayırdı. Divvəş Mehri Süleymani. Mehri Süleymani div kimi divvəş. Divvəş çün tarix erdi 1102-yə bir nəqş atıb gərdun. Bir nəqşə atdı gərdun. Dünya Süleymandan ayırdı. Divvəş Mehri Süleymani. Çox da bəs şahlıq eləməyibdi. 3 il şahlıq eləyibdi. Ondan sonra görək. Sultan Əhməd Xan Saniyə gəldi. Səadətli birlə təşrif eylədi örnək şahiyə. Övrəng şahiyə. Səadətli birlə təşrif eylədi övrəng şahiyə. Şəfiq namidar Həzrət Xan Əhməd Sani ölüncə 4 salə 4 baliş zib anın daxi 4 yaşındaymış. Ölüncə 4 salə 4 baliş zib anından daxi sədayı 4 təkbir pur etdi 4 ərkani. Bu da 4 yaşında 4 təkbirlə, ehtimalən 4 yaşında ölübdür. Yəni, olub olmayıb ölübdür. Ona görə də bəlkə heç ona əks qoymayıbdır. Bəlkə, bilmirəm. Sultan Mustafa xan məqaminə cülus etdirdilər darat-u hişmətlə. Həman Sultan Məhəmmədzadə Sultan Mustafa xani qeyddi Sultan Məhəmmədə. Çünki bunun adı nə idi? Bu Sultan Əhməd idi. Uşaq idi. Bunu yox idi. Bundan babasının, dədəsinin məqaminə cülus etdirdilər darat-u hişmətlə həman Sultan Məhəmmədzadə Sultan Mustafa xani. O Sultan səfapərvər, o xaqan و vəfa güstər, o dadarای بحر و برlə dövlət buldu unvani. 9 sal eylədi buna rəvaq dəhrə daralıq.
9 sal eylədi buna rəvaq و dəhrə daralıq 9'a çəkdi fəth nüsrət ilə şöhrət şani rəsidə oldu 1115'ə tarix hicrət üçün. Şeirlər düzdür, o səbkidə yazır, amma onun savadı yoxdur bunda. Bunun sözləri ondan az gəlir, doğru gəlmir mənə. Mən onu çox daha, o şairi, yəni Həmdəmini daha güclü görürəm. Çünki onun bir zehniyyəti var idi, illər boyu fikirləşmişdi, onu yazırdı. Amma bu, o öləndən sonra axtarılıb da gəlir ortaya bulur, fikri yoxdur. Ona görə hələ bir şeir şeyi deyil, yəni yaza bilmir. 9 sal idi buna rəvaq dəhr daralıq 9'a çıxdı fəth nüsrət ilə şöhrət şani rəsidə oldu 1115'ə tarixi hicrət üçün göründü səltənətdən hicri ba təqdir yezdani 1109'da 1115'də səltənətdən ayrıldı. Ədirnə təxtigahində qəzaya azim ölmüşkən məzac dövlətə verdi xiləl ərbab tuğyani tuğyan elədilər savaşa gedərkən üzdə. Ədirnə təxtigahində qəzaya azim olmuşkən məzac dövlətə verdi xiləl ərbab tuğyani tamam etmişdi mülk fərti bəhr azgın az fitən gəldi. Tamam etmişdi mülki fərti bəhr az fitən gəldi. Həkimlər yazəldən şərbəti xəl ilə dərmani. Tamam, bu da dava içirdiklər ehtimalən. Görək Sultan Əhməd xani Salis Qərandaş ədalət pişəsi qardaşın gətirdilər iş üstə. Qərandaş ədalət pişəsi xan Əhməd Salis cülus etdi səriri mülkə ba təyid subhani fəəmma bağ dövlət bircə peykan ilə tolmuşdu. Fəəmma bağ dövlət bərk peykan ilə durmuşdu. Ani təthirə düşdü bağban fikr izani hələ çarıb tədbir Humayun ilə pak etdi. Məmalikdən təənni birlə lous bəğyu tuğyani siyasətlə siyasətdə ödünlü qıldı diqqət kim nizam-ı mülk millətdə dinlədi yoxdur əqrani. Tamam etdikdə hüsn rəy ilə asayişi mülki əzimət qıldı təsxirə bilad-ı küfristani qəzaya eyləyib təşmir saq himmət vala dəm küffar ilə qıldı mühənna pay damani silahi ceyşi düşdü səlx əğnam fütuhatə silahi ceyşi düşdü səlx əğnam fütuhatə edib qəssab qəhr sətvəti bərçidə damani çıxardı bir pucaqdan tiğ nüsrət tab iqbali روان و جنجب و تبریز و تفلیس و همدانی. Wow. Bu tarixdə gəlibdi Gəncə və Təbriz və Rəvan haradır bilmirəm. Əlbəttə Azərbaycandadır. Rəvan və Gəncə və Təbriz və Tiflis və Həmədani. Yəni Gürcüstandan tutmuş gəlmiş ta getmiş Həmədanacan. Bu rəftar üzrə tarix oldu 1243 baliq. Bu rəftar üzrə, yəni savaşır alır. Bu rəftar üzrə tarix oldu 1243-ə baliq. 30'dan 2 nüqsan olmuşdu Salih Sultanı 28 ildə hükümət eləyibdi. O dara isküdara rafizi qəst ilə getmişdə
Üsküdarda gedir ki, Rafizilərlə savaşsın. O dara Üsküdara Rafizi qəsdi ilə keçdikdə İstanbul daxilində xaricilər aldı meydanı. İstanbul'u o geçir Üsküdar'a. Üsküdar özü bir ayrı şəhərdir. İndi İstanbul'un içindədir, amma o zaman ayrı şəhər imiş. Üsküdar'a gedəndə İstanbul'un içində xaricilər inqilab edirlər. Qəza bir müqtəzayı hikməti əsbabın edər hazır. Qəzayı bər müqtəza, qəzayı bir müqtəza hikmət əsbabın edər hazır. Erişdikdə bir əmrün hökmü Rəbbani ilə payani gəlir. Amma hazırlığı var imiş ki, birdən şuriş olar. Şahdır da istihbarat topdur, itilaat topdur. Bilir, gedir, gedəndə bəlkə də fürsət verir ki, onlar üsyan eləyərlər, onları aradan aparsın. Hezaran qil u qal oldu ki, dil gəzəndə lal oldu. Hezaran qil u qal oldu ki, dil zikrində lal oldu. O şəh bir köşdə bal oldu. Toyunca sırrı pinhani. Deyir ki, əlbəttə onu öldürdülər. O şəh bir köşdə bal oldu. Toyunca sırrı pinhani. Sırrı pinhandır. Deyir, bunun bəlli deyil ki, nəcr oldu, öldürdülər. Haman o saat etdi canişini ixtiyar ilə bəradarzadəsi Sultan Məhmud Cahanbani. Sultan Məhmuda gəlir. Qardaş oğlu bəradarzadəsi dedi. Şərəfbəxşi səriri mülk o Məhmudul faal oldu. Səzadur Qəznəvi olursa anın münqəbət xani. Səzadur Qəznəvi, o Qəznəvi şair ki var onu deyir. Səzadur Qəznəvi olursa anın münqəbət xani. Olub əcdadi manəndi kəmərbəndi qəza əksər. Olub əcdadi manənd kəmərbəndi qəza əksər. Müdəmmir eylədi bir neçə dəfə hərzə puyani. Həm etdi ol şahın memar fikri növbənü inşa. Həm etdi ol şəhin memar fikri növbənü inşa. Zamanında hezaran müxtəri nadidə bünyani. 25 sənə oldu o davar səltənət güstər. Hünərpərvər müəqqər mü'təbər dad و دهش kani. İrib tarixi hicrət 1160 ilə 8 salə 1168-ə. İrib tarixi hicrət 1160 ilə 8 salə salat-ı cüməyə çıxmış idi ol zilli yazdani. Namaz cümləyə gedir, öldürmək istəyirlər. Əzan-ı cümə güya oldu anun irci'i xani irci'i ilə Rabbikə raziyətən mərziyə. Əzan-ı cümə güya oldu anun irci'i xani. Duayı cümə güya kim vidai aləmi fani. Saraya udət etdikdə həman dəhliz dərgahə girincə xaziniğufranə verdi cövhər-i cani. Gəlir evə girən kimi də Allahın rəhmətinə gedir, Allah rəhmət eyləsin. Geçirdilər yerinə Vardı Sultan Osmani. Dardı yazıbdır, yenə bilmirəm bu nə deməkdir. Geçirdilər yerinə Vardı Sultan Osmani. O Sultan ibn Sultan ibn Sultan ibn Sultani. Onun tarixini ca'a nizamul aləm etmişdi. Niyə burada hamısın sultan yazdı dedi? O Sultan ibn Sultan ibn Sultan ibn Sultani. Çünki vəsətdə bəziləri qardaşı gəlibdi, qardaş oğlusu gəlibdi. Ona görə. Onlar Sultan ibn Sultan olmurlar. Bu sultan 4 nəsildə deyir sultandır bu. O sultan geçirdilər yerinə Vardı Sultan Osmani. O Sultan ibn Sultan ibn Sultan ibn Sultani. Onun tarixini ca'a nizamul aləm etmişdi. Onun tarixini ca'a nizamul aləm etmişdi. Təfəül eyləyib gərçi İstanbulun suxəndani. O şəhdə ibtidaən rəf-i zülmlə eyləyib himmət.
O şəhdə ibtidaən rəf-i zülmə eləyib himmət, o sovdalarla kim təsdiq edə ərbab irfani, vəli əhli yəsləhül əttardən qəflətlə zənn etdi, vəli əhli yəsləh sülh ال-اتارdən qəflətlə zənn etdi, səlah aləm gün o fəsadın vardır imkani. Müvəffəq olmayıb 3 salidən 11 gün əskikdə, 3 ildən 11 gün əskik. Müvəffəq olmayıb 3 salidən 11 gün əskikdə, məgər təqrir imiş nüzhət səray ədənə cولانی. Ədnə, ədnən. Behişdə ədən deyirlər, o ona görə gətiribdir. Cənnət-i ədn. Ki oldu pəncə-i şir-i əcəldən şir-i pəncilə. Ki öldü pəncə-i şir-i əcəldən şir pəncilə, qəbay bi bəqay ömrünün çaç gəribani. O dəmdə 1170 o dəmdə 1171-ə 70-dir tün tarix. O dəmdə 1171-ə 70-dir tün tarix 1171. İrib şəhzadəqani əmminə əhd-i cəhanbani. İrib şəhzadəqani əmminə əmoğlanlarına. Getirdilər hezaran dövlət-ü darat-ü hişmətlə yerinə xan Əhmədzadə Sultan Mustafa xani. Görək ki, buna nə oldu? Buradan da bu yüzden yenə də bir ayrısı gəlir. Bu da öldü. İndi buradan bizə Səid olur. Burada da 101. Şair kim olur? Şair çevrilir. Şair çevrilir olur. Səidül Amedi. Oğlu olur ehtimalen. Səidül Amedi. Səida Xami Nəzmi Ləbibi İmdi Amedi mərhum. O da öldü. Səida Xami Nəzmi Ləbibi Amedi mərhum. Amedi var idi onun. Müvəffəq olmamışdır çünki ba təqdir Yazdani cülus Mustafa Xani bəyanından sonra tərk etmiş səriri dövləti təşrif edən şahan zişani. Yəni onun için de taxta yetişdi. Ondan sonra ömrü çatmayıb qalanın görə ölübdür. Müqəddər olmamış yəni o zat-ı xacə nəzmə, xacə-i nəzmə bu nəzmə daxil etmək zikri ati Ali Osmani. Zikri ati Ali Osmani. Odur itrə anın da oldu təkmili müddət ömrü. O dövr itrə re lam kimi yazıbdı ona görə. O dövr itrə anın da oldu təkmili müddəti ömrü. Cənab-ı Haqqə vazıha razı oldu təslim eylədi cani. Cənab-ı Haqqə razı oldu təslim eylədi cani. O tarixdən bəri təzilə rağib olmamış bir kəs. O indi nə qədər üstündən keçibdi, deyir heç kəs razı olmayıbdı ki bunu şey eləsin, təzil eləsin. Təzil bir növ şeiri davam verməkdir, nə cür bilmirəm. Təxəssüsü addır. Bu nəzmi dilpəsən müxtəsər fehrist-i şahani huzur-i Həzrət Asaf Muhammed Nuri Paşadə gedib Muhammed Nuri Paşanın yanına geçib bu nəzmi dilcunun bu günə zikri nöqsani. Bu günə geçib bu nəzmi dilcunun bu günə zikri nöqsani. Bu günə yəni bu cür, bu cürlü, bu türlü. Əsami mülukün görməyib nöqsanini layiq. Əsami mülukün görməyib nöqsanini layiq. O zat-ı zübdə ərbab-ı təb'in təb'i irfani. Bunun gücü ondan biraz çoxdur, dədəsindən. Bu əczaludəyə işbu xüsus nəzm təzilə şərəf bəxşi sudur oldu
Şərəf bəxşi sudur oldu, şəfahən çünki fərmani. Fərman yazılı deyil, şəfahi deyilibdir. Şəfah, şəfahi nə demək dostlar? Şəfa dil deməkdir, ərəbcədir. Şəfahi yəni dilucu. Bunu da mən indi yadıma düşdü ki, ədəb şərti ilədir, hal imtisalən səri furu qıldım. Ədəb şərti ilədir, hal imtisalən sər furu qıldım. Sər furu qıldım, yəni baş əydim. Furu, əymək, bir yerə gətirmək, bir şeyə soxmaq, itələmək. Amma burada nə deyir? Ədəb şərti ilədir, hal imtisalən sər furu qıldım. Huzuri dövlətində çün bir rəsmi nəzmi güyani. Güyani, güya demək. Vuqui üzrə lütfü haqqı ilə bir bəyan etdim. Gətirdim silki fehristi nizamə dürr yekzani. Burada da bu qutarır, o birisi başlayır. Yəni bu şair görək ki, nə tür kitabı istir qutaraq. O dəmdə 1171 oldu Müstəfa xanın. O dəmdə 1171 oldu Müstəfa xanın culusi sal tarix Humayun hökmrani. 16 yıl tamamen padişah-ı alem olmuştur. 16 yıl tamamen padişah-ı alem olmuştur. Bu şairler değiştikçe el yazısı da değişir. Bunu da diyeyim. El yazısı da değişir. 16 yıl tamamen padişah-ı alem olmuştur. Saadetle, mehabetle o sultan haya kani. Zamanı devletinde ruy alem oldu ferhunde. Fərəh bəxş oldu zat-ı xub و xoştər oldu دورانی. O şah-ı adilin dövründə غم çün ناپدید oldu. Səfa و zevq məşğul oldu əhl aləm fani. Rifahat satıblar. Əgərçi bəzi iqlimə əadi oldu müstəəli, əadi düşmənlər. Əgərçi bəzi iqlimə əadi oldu müstəuli, velakin emr dəf'ə qıldı bu sə'i fəravani. Emr dəf'ə yəni emr verdi ki, onları o iqlimlərdən düşmənləri salsınlar qırağa. Velakin emr dəf'ə qıldı bu sə'i fəravani. Qəza dövründə gərmagərm ikən məsqulə və vəlhasil. Məsqulənin mənasını bilmirəm, amma soruşum görüm ki, bu şey nədir? Məsqulə nə deməkdir? Məsqulə də yazmadı. Bunu yazaq, təzəşdən yazaq. Məsqulə. Məsqulə. Görək ki, bir şey yazır buna. Axtarır ki, məsqulə nə deməkdir? Əlbəttə, buradan da vuranda ki, gözləyək bunu, yəni ki, oxuyaq. Bunun da bir adəti vardı ChatGPT-nin, şey eləmir. Davam eləmir. Dayanır ki, da baxmadılar, mən də davam eləməyim. Amma məsqulənin də mənasını çox axtarır ki, tapa görək ki, tapa bilər nə deməkdir, nə demək deyil. Bir iş görürüm də, bunu biraz kiçildim ki, hər ikisində də yer olsun. Yox, beləsi olmayacaq. Gələ bura, gələ bura. Elə bir şey gəldi, görək ki. Yox, gətirməyib hələ məsquləni nədir? Bircə görək. Qəza dövründə gərmagərm ikən məsqulə bu vəlhasil səfər qıldı cinanə etdi məhzun müsəlmanani. O zamanda məsqulə ehtimalən məqulə kimi ola. Yəni qalə yəqulu səqulə beləsi oxulacaq. Məsqulə ehtimalən məqul gələcəkdir. Məqulə olacaqdır. S oxunmayacaq. Dəndanə məncə şey oxunmuş. Bu da tapa bilmədi. Yəni
Məsquləni görək ki, axtar görək, tap görək, bu məsqulə nə deməkdir? Tamam, tapa bilmir. Bu lüğət məncə məqulə olacaqdır. Ki orada yazıbdır məsqulə. Və ləhu. O dəmdə tarix oldu çünki 1187. O dəmdə tarix oldu çünki 1187 getirdilər yerinə vardı Abdülhamid xani. Budur Abdülhamid xan zadeyi Sultan Əhməd xan. Budur پرتوده تخت سعادت بخت سلطانی. Bu şəhdir dəst olan əmri qəzaya sərf himmətlə. Bu şəhdir dəst olan əmri qəzaya sərf himmətlə nəhayət rəbdi həbli sülh edib dust etdi udvani. Abdülhamid şeydən, sanidən danışır, ehtimal verirəm. Bu şəhər dəst olan əmri qəzaya sərf himmətlə nəhayət rəbd həbl sülh edib dust etdi udvani. Təşəbbüs eylədi ol ba əvvəl bu şəhi aləm. Təşəbbüs eylədi əvvəl bu şəhi aləm. Nizam-ı mülkə dair əmrə ba tevfiq Rabbani. Uruğun kəsdi, uruq damarların, uruğun kəsdi, şəmşir siyasət ilə qəl'ə etdi. Səzavari təbar etdi umumən əhli tuğyani. Ocağın rəf edib həkk etdi namin sətr dəftərdən. Ocağın rəf edib həkk etdi namin sətr dəftərdən. Bu şəh qırdı geçirdi firqə şumlundani. Şumlundani Ləvəndani ehtimalən olacaqdır. Ocağın rəf edib həkk etdi namin sətr dəftərdə. Bu şəh qırdı geçirdi firqəyi şumi Ləvəndani. Ehtimalən bir Ləvəndilər deyə bir üsyan olubdu, oranı aradan aparıbdı. Kəmingahi təhəssündən çıxardı zərbi qəhr etdi. Neçə tahiri ömrü manənd olan ərbab-ı üsyani. Xüsus zəbd-ü rəbdə ta o od gəlü qaldı diqqət kim. Zamanında mürəffəh oldu mülkün cümlə sükkani. Diyari nimçəyə qıldı səfər çün bu şəhi qazi. Müzəffər oldu neçə fəthə qazi oldu unvani. Şebiş lağviş mahadiyə. Şebiş lağviş mahadiyə bunun dövründə fəth oldu. Bu üç yer şebiş lağviş mahadiyə bunun dövründə fəth oldu. Çəkib şəmşirin aldı bir üzrə kafiristani. Müəmmər olsa idi gər bu şahı sahib sətvət. Müəmmər olsa idi, müəmmər abad eləyən. Müəmmər olsa idi gər bu şahı sahibi sətvət. Bətə idxal edərdi nüsrət ilə əhl imani. Bətə yəni bir neçə şeyə. Təbatən subatın kəsməyə göstərməmiş çün çərxi kəcrəftar. Subatın kimsəyə göstərməmiş çün çərxi kəcrəftar. Bu dünya şifırlanır, ona çərxi kəcrəftar deyir. Əlbəttə bilirsiniz, yer üzü də kəcdir da, yəni əslində düz deyil, qutbudan qutbu deyil, əyridir, əyri fırlanır. Subatın kəsməyə göstərməmiş, subatın kimsəyə göstərməmiş çün çərxi kəcrəftar. Zəbalə aqibət gördü iş bu mahi tabani. 16 yıl bu şəhdə padişahi mülk olub getdi. Bu şahda, şəhdə.
Cənanə vasıl oldu çünki bu mülkün Süleymani. Görək qalanı. Bunun şeirləri uzun yazır. O birisilər qıssa yazırdılar. Cülus etdirdilər örnək cöhərsənci şahiyyə. Cülus etdirdilər övrənci cöhərsənci şahiyyə. Bərادərzadeyi Ali Necadi Şah Səlim Xani. Qardaşı oğlu. Pəs Abdülhamid əvvəl bir də işlər gördü, öldü. Allahın rəhmətinə getdi. İndi onun qardaşını gətirdi, Səlim xanı gətirdilər. Cülusi 1203-də vaqe oldu şövkətlə. O şah alaməranın da cari oldu fərmani. Budur Sultan Səlim xan ibn Sultan Mustafa xan kim? Səlamət bəxş aləm oldu əlhəq şöhrət-ü şani. Bu şəhdə nəsbi nəfs etdi qəzayı salif-ü zikrə. Sələfi, geçmiş şahı. Deyir ki, ona tay neynədi? Bu şəhdə nəsbi nəfs etdi özünə, bunu bir iş elədi. Qəzayı salif-ü zikrə yürütdü su besudin uğruna ceyşi fəravani. Su bəsiudin. İndi bu bəsiud nədir onu bilmirəm. Mürəttəb 50-60 bin qədər cəmiyyət nimçə. Mürəttəb 50-60 bin qədər cəmiyyəti nimçə bir anda yer köcüdə səfinin oldu pərişani. Bir anda yer köcüdə səfinin oldu pərişani. Bunun səfinin pərişan oldular. Əgər ki ixtilalidən heç xali olmadı dövri. Həmişə deyir onun dövründə savaş var idi. Əgər ki ixtilalidən heç xali olmadı dövri və lakin hər birin dəf eylədi tədbir asani. Diyar Misrə sər tapa fərəncə oldu müstəvli. Fərəncə bir Fransa deməkdir, ehtimal verirəm. Bir də fərəng deməkdir. Fərəncə ya fərəncilər. Amma burada Diyar Misrə sər tapa fərəncə oldu müstəvli fərəngilər. Edib sərdarın irsal aldı cəbr-ü qəhr ilə ani. Bir kumanda göndərdi və oranı aldı Misri. Qəza babın qüşad etdi 22 salində, 22 yaşı var idi ki savaş başladı. Qəza babın qüşad etdi 22 salində çıxardı bu levayı Həzrət Məhbub Rəhmani. Tədabir nizam əskəriyyə hüsn-i hərbiyyə edərkən daima zihni səlimi içrə cəulani. Muradi təb'i ali şənün məlum ikən hüsni xilal verdi umuri hüsnünə küfran ihsani. Səda ədən heç xali olmadı rəs-i Humayuni. Cəhanda 19 il sürdü qoqa ilə dövrani. 19 il şahlıq eləyibdi. Nəhayət zivəri xilvət sarayi xəl olub getdi. Bozulmaz çünki heç bir vəc ilə təqdir-i subhani. O birisi şah, Sultan Mustafa xan. Yavaş-yavaş gəlirik sonlara. Səzavar-i səriri padişahi gördülər cümlə. O dəm Abdülhamid xan zadə Sultan Mustafa xani. Abdülhamidin oğlu şeyi gətirdilər. Qabaqdan bir ayrısını gətirmişlər. Cülusi 1200 həm 22-dir tarix. 1222-də. Bu sultan Qalilul qismətün az oldu dövrani. Qalilul qismət. Qisməti az, payı az. Bu şəh bir il ilə 3 ay cəhanda padişah oldu. 1 il 3 ay. Qirali Musko ilə olmuş ikən hərbin elani. Muskoa elanı savaş eləmişmiş. Musko'nun şahına. Qirali Musko ilə
olmuş ikən hərбən elani. Elan hərb eləyibdi Moskva şahına. Aləmdar Mustafa Paşa vurud etdi İstanbul'a. Aləmdar Mustafa Paşa vurud etdi İstanbul'a. Murad güya iclas etdi Tikrar Salim Xani. Muradi güya iclas etdi Tikrar Salim Xani. Bu niyyət mucibi heyf oldu. Çünki Şah Salim Xanə Ənis-i qəbr qıldı Haqqı Taala ana Rizvani. Yerin buldu qədr çünki umumun ittifaqı ilə bu Sultan Mustafa xəl oldu. Oldəm çəkdi damani. Tamam. İttifaq eləyiblər ki, o sultanı da götürsünlər. Kim qoymuşlar yerinə? Dedik ki, Sultan Mustafa'nı qoydular. Mustafa'nı. Onu da yerinə götürdülər. Xəl oldu. Bu birisinə bir şey yazmıydı. Sultan Məhmud xan. Bunlara da çox bir şey yazmayıbdı. Görək ki, qutarır da. Kitab təqribən Tarix-i Cülus-u Humayun Sultan Məhmud xan Xəlladallah mülkəhu. Bu zaman diridir. Yəni indi bundan sonra bir-iki padişah gələcəkdə onları görmür. Haman da ittifaq cümlə ilə təxt-i aliyə cülus etdirdilər Şövkətli Məhmud xan Xaqani. Cülusun 1200 ilə 23-də zəbt etdi Səhih üzrə Cəhanın zümrə tarix nevisani. Budur Əbdülhəmid xanzadə Məhmud xan Qazi kim cəhanə gəlmədi Əlhəq bu şahın bir də əqrani. Təninəndaz olub gülbanc nam و şən Məhmudi sədای ədli ilə tuldi hala çərxin eyvani. Doldi çərxin eyvani. Nola rəşk etsə hala kökəb Sultan Məhmudə بروج آسمانون مهر عالم تاب رخشانی. نتیجه eylədi əmri qəzایی bu şəhi aləm ki fərz olmuşdu əmri nəzmi mülk ali Osmani. Dahi bir ayrı şeir. Çəkib seyfi ədalət bəxş pərtov rizi pürtabın. Çəkib seyfi ədalət bəxş pərtovi rizi pərtabın. Cahangirlik rüsumun qıldı icra açdı meydani. Nə tağlı əşqiyası qaldı dövründə, nə bir hidud əmin oldu sərasər Rum ilinin şimdi hər yani. Nə qıtta-i təriq qaldı, nə sariqdən əsər qaldı ki şəmşir şəqidət mirün که شمشیر شگی تدمیرünün həb oldu penhani. Nə ərbabi təqəllüb qaldı əsrində, nə cəbr əhli ki sultan cəhanın tutdu hala aləmi şani. Neçə ərbabi tuğyanın kim oldu nami bil cümlə, bunun dövründə buldu rahəti hər qəryə sükkani. اموری سوگ عالم بودی نظم و نرخنی حالا که دست شوکتنده شرع و قانون oldu میزانی. رضای حقی تحصیل eylemektir daima fikri eder icra همیشه hükmü metni nessi Kur'ani. Hicaza olmuş iken firqeyi Vehhabi müstəbli 7 yıl almış iken 7 yıl eyləmiş ikən mən-i həcc əhli imani. 7 il Vəhhabilər qoymayıblar insanlar getsinlər həccə. 7 yıl eyləmişkən mən həcc əhli imani. Tealallah nə dövlətdir ki əxz intiqam etdi. Düşürdü o adi xusranə seyf ədli ərbani. Düşürdü o adi xusranə seyf ədli ərabani. Ayari xavaricdən alıb qurtardı himmətlə.
Səvad-ı Kəbətullah ətqa qıldı nurani. Qəzای əkbər etdi padişahi kişvər aləm. Rəhi amalə nail eylədi həb müsəlmanani. Bu fəthə bu cahanda olmadı bir padişah nail. Fəqət bu şah dürə oldu haqqın lütf ihsani. Zehi توفیق باری اقتضای قوه سطوت نظام الملک حالا حق موفق eylədi ani. Nə mümkün layiq üzrə ifadə eyləmək əlhaq. Səid olsa bu dəmdə Səid olsa bu dəmdə aləmin fərz eylə ihsani. Bunu oxuya bilmədim eləsin. Nə mümkün layiqi üzrə ifadə eyləmək əlhaq. Səid olsa bu dəmdə aləmin fərz ilə hisani. Duaya rəf-i dəst et. Dür ki haqdan təmənni qıl. Duaya rəf-i dəst et. Dir ki haqdan təmənni qıl. Dərcəhi haqdan təmənni qıl. Duaya rəf-i dəst et. Əlləri qoza duaya. Duaya rəf-i dəst et. Dərcəhi haqdan təmənni qıl. Dərcəh qapısından, Allahın, haqqın qapısından. Dərcəhi haqdan təmənni qıl ki zeyli nəzmi fihristi səlatin buldu payani. İlahi sən bu şahi tulu ömr ilə müəmmər qıl. İlahi müstədam qıl müqtədai əhli imani. Müzəffər qıl həmişə düşmənani üzrə qalib qıl. O sultan ibn sultan ibn sultan ibn sultani. İlahi bərqərar eylə həmişə bir bər murad eylə. İlahi bərqərar eylə həmişə bər murad eylə. Cənab-ı cəmh-i şəm Sultan Məhmud Cəhanbani. Qutardı burada deyir ki Allahümmel التب بعبدك سلطاننا ووفقه لمصالح الدنيا والآخرة وحببه إلى رعيته وحبب الرعية إليه ووفقه لصراطك المستقيم والعمل بوظائف دينك القويم آمین یا رب العالمین به جاه النبی الامین. Dahi burada görürük ki bir şey yazmayıbdı çünkü şair ölübdü. Ondan sonra da bu kitabı verməyiblər ki, şeir yazsın. 1, 2, 3, 4 3 heç olmasa 3 dana sultana şey yazmayıblar. Dostlar, İki saat 27 dəqiqə 40 neçə saniyədir ki, bu kitabı əvvəldən axıra oxuduq. Osmanlının 33 sultanının sultanlığın xilafətindən ayrılaraq, xəlifəlik unvanından ayrılaraq bir növ, indi buna nə deyirlər? Sekularizm. Sekularizmi kitabda yerləşdirərək siyasi önün burada gördük, yazdı, əksləri ilə, nəqqaşiləri ilə bərabər onları oxuduq. Bu kitabı qutardıq. Allaha min mərtəbə şükür olsun ki, bu günləri mənə ömrümdə bunu qismət elədi ki, türklər yaratdığı dil və yazı uyğarlığından, bu iki uyğarlıqdan yeni bir kitabla tanış oldum. O kitabda xülasə olaraq Osmanlının tarixin bizə dedi. Allaha şükür olsun. Umarım bir ayrı gün, bir başqa gün, bir başqa kitabla, türklərin yaratdığı uyğarlıqla, dil uyğarlığı ilə və yazı uyğarlığı ilə sizlə yenə kitab